Aha. Nəzərinizə çatdırım ki, bizim artıq belə deyim testlərimiz başlayacaq. Hər dərs bir vaxt olduqca 5 test, 6 test, 7 test vaxta görə işləyəcəyik. Testi də işləməyin əsas məqsədi ondan ibarətdir ki, sizin test işləmə bacarıqlarınız möhkəmlənsin və uyğunluq, uyğunsuzluq, bu testlər, variant çıxma, variant tapma kimi məsələlərin öhdəsindən gələ biləsiniz. Yəni imtahanda vaxt itkisinə yol verməyəsiniz. Bir də bunu qeyd edeyim. Kimin nə səhvi olduğu zəhmət olmasa qrupa göndərsin. İndi baxa bilməmişəmsə də növbəti dəfələrdən etibarən hər birinə baxacağam. Artıq sabahdan etibarən mən testlərin hər birini izah edəcəm sizlər üçün. Qrupda olan bütün testlərdə saxlamışam. Nə səhviniz varsa, quiz üzərindən olsun, Oxuyanaz platforması, digər platformalar, yəni onları skan edin, atın. Skan edib atmazsanız mən bilməyəcəm hansı müəllimə harda səhv eləyib. Yəni siz atmalısınız ki, mən də izah edim. Yəni atmayanın testi təbii ki də izah olunmayacaq, çünki bilmirəm axı. Bu şəkildə. İndi başlayaq testlərə. İstəyirəm ki, bir neçə test işləyək burada. Keçdiklərimiz də var, keçmədiklərimiz də var. Ən əsası, belə deyim, keçdiyimiz, keçmədiyimiz fərqlərini işləyəcəyik. Onsuz da ekran kaydı qalacaq da sizdə. Keçəndən sonra da girib daxil olub baxa biləcəksiniz həmin testin izahına. Çünki bu test sizə rəsmi şəkildə imtahana düşən testdir. Hansı ki, diaqnostika sınağı tərtib eləmişdi, dövlət tərəfindən sınaq tərtib olunmuşdu. Baxın, o sınaqdır bu sınaq. Yəni Müəllimə, bu Artinin testidir də elə. Bəli, Artinin rəsmidir. Yəni öz sınağım da deyil, başqasının da testi deyil. Yəni sadəcə Arti tərəfindən verilən sizlər üçün göndərilən sınaqdır da, vaxt verilmişdi, hansı ki, yəni imtahanın özü deyil ha, sınaq verilmişdi ondan öncə. Baxın, odur. Yəni bunu artıq siz bunu işləsəz, bilin ki, imtahana nə tip testlər düşə bilər. Bir növ onları göstəribdir. Buradan yəni çox müəllimə səhv eləmişdi, amma yəni çətin deyil. İndi izah etdikcə görəcəksiniz. İndi zəhmət olmaz hər kəs dərsləri bağlasın. Ayda xanım, mən görmürəm. Necə eləyə bilərəm? Məmə sürüşdürün də əlinizlə. Aşağı sürüşdürün. Ekranı sürüşdürün. Grupdan Bir səsləri bağlayaq. Səsləri bağlayaq. Çox xahiş edirəm, səsləri bağlayaq. Ekran kaydı götürürəm, yəni əlavə söhbətlər olmasın. Müəllimə, yuxarıdan aşağı ekranı sürüşdürün. Əgər alınmırsa, mən qrupa PDF göndərmişəm. Aşağıdan çıxış verin, dərsdə qalırsınız. Sadəcə ekran yığılır da, gedib PDF-ni oradan aça bilərsiniz. Hansı müəllimə idi onu deyən? Sonra da Ayda siz bayaq sürüşdür dediniz, mən də sürüşdürdüm, olmadı. O aşağı sağ küncündə kvadrat var, Bəli. onu basıb böyüdü. Yəni o müəllimə də o olar. Kənardan, aşağıdan basın, ekran balacalaşacaq və siz PDF-yə girə biləcəksiniz. Qrupa hər ehtimal PDF-ni göndərdim burada görünməyənlər üçün. Aha, indi ekran kaydı götürülsə göndərəcəm. Götürülməsə göndərməyəcəm. Çalışacağam ki, götürülsün. Çünki ekran kaydı paylaşanda mən, yəni belə PDF açanda telefonun üzündən ekran kaydı götürülmür. Mən də əlavə telefondan götürməyə çalışıram. İndi alınsa göndərəcəm sizə, amma sözdə vermirəm. Başlayaq. Baxın, hər kəs diqqətli şəkildə testə baxsın. Testi görməyən, PDF-yə daxil ola bilməyən müəllimə qaldım aranızda. Əgər daxil ola bilməyən varsa çıxsın, dediyim kimi kənardan bassın, dərs qalır, yəni səsinizi eşidəcək müəllimə. PDF-dən girib baxsın. Sonra da dərsə daxil olar. Deyir ki, birinci suala baxın, zəhmət olmasa. Deyir ki, verilənlərdən hansı təlim nəticəsi, keçmiş ilə sizinlə təlim nəticəsini, körpələr qrupunun 1-3 yaşlı uşaqlar, baxın mövtəzədə qoyulub, fiziki inkişafı, sağlamlığı və təhlükəsizliyi inkişaf sahəsinə aid deyil, heç kim yerdən cavab verməsin, ümumi izah edirəm. Baxın, biz təlim nəticəsini keçmişik, təlim nəticəsi ilin sonuna aid idi, nəticə yönümlülük prinsipinə aid idi və hansı ki, ümumi təlim nəticəsi alt standartlardan çıxarılır da, ümumi alt standartlar toplanır, sonda olur ümumi təlim nəticəsi. Necə ki, məsələn, deyirik, sadə fiziki hərəkətlərin yerinə yetirilməsi. Biz bilirik də fiziki hərəkətlər hardadır? 1.1-dədir. Elə deyil, 1.1 alt standartı da xırdaçıdır. Yəni orada yaşlara görədir, əlavə olaraq da xırdadır. Fiziki hərəkətlər xırdalanır. Top var, sonra var orada skamya var, məsəl üçün deyirəm, sonra atılıb düşmə var. Hamısı xırdadır da. Amma elə bir ki, il boyu biz onları öyrədirik. İlin sonu o adlanır sadə fiziki hərəkətlər. Ümumiləşir. Görürsünüz? Xüsusi deyil. Ümumidir. Xüsusi olan bizim təlimimizin məqsədidir.
xüsusi olmalı olan bizim dərsimizin sonrası dərsdə biz məqsəd çıxardırıq. Ya baxın, xüsusi odur. Amma ümumi bunların hamısı bir yerdə sadə hərəkətlər deyil. Mən orada demirəm ki, məsələn, ümumi təlim nəticəsində deyilmir ki, hə, uşaq topu ayağı ilə vurur. Xeyr. Ümumiləşir o, məsələn, 1-3 yaş üçün nəticə çıxarılır ki, sadə fiziki hərəkətlər və o sadə fiziki hərəkətlərin içərisində o dediyimiz hərəkətlər qalır. Onlar da alt standartlardandır. Alt standart deyil, elə bir ki, cəm şəklində orada fiziki hərəkətlər varsa, hamısı bir yerdə sadə fiziki hərəkət adlanır 1-3 yaş üçün, sonra 3-4 yaş üçün, sonra 4-5 yaş üçün. Bütün fəaliyyətlər toplanır, ümumiləşir də ilin sonunda. Amma il ərzində mən onları xırda-xırda azad uşaqlara keçirəm alt standartları istinad edərək. Baxaq. Bizə deyir ki, müəllimələr, təlim nəticəsi olsun birinci. Baxıram, ümumi təlim nəticəsi olmalıdır. Sonra deyir ki, fiziki inkişaf və sağlamlığı inkişaf sahəsinə aid deyil. Yəni, birinci inkişaf sahəmizə aid deyil. Baxaq nümunəyə. A variantına baxın. Deyir ki, sadə fiziki hərəkətlərin yerinə yetirilməsi. Görürsünüz, sadə fiziki hərəkətlərin yerinə yetirilməsi. Bu nədir? Elə bu mənim alt standartım, yəni daha doğrusu ümumi təlim nəticəmdir də. Həm də fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik də fiziki hərəkətlər 1.1 standartı. B-yə baxın. Masa arxasında davranışlı ümumi qaydalara əsasən tənzimlər. Düz deyil, bu da düzdür, sözsüz ki, masa arxası var. Çünki masa arxası da 1.2 standartına aiddir. Sadə gigiyena qaydalarına əməl edir. Gigiyenada biz sizinlə alt standartları keçmişik də, gigiyena da 1.2 standartındadır. Sonra həyatına və sağlamlığına təhlükə yarada biləcəyi əşyaları sadalayır. Düz deyil, bu da düzdür. Çünki təhlükə varsa 1.3 standartıdır. Bu da fiziki inkişafa aiddir. Amma 4-cüyə baxın, özünü, ailə üzvlərini adlandırır. Bu nədir? Bu idrakdır. Bu 2.1 standartıdır. Ətraf aləmlə tanışlıq məşğələsidir. Test kimə aydın olmadı? Səs açsın, bildirsin. Testin sualı, testin... Aydındır müəllimə. Bəli. Baxın, burada nə nəticəyə gəldik biz müəllimələr? Görürsünüz, alt standartı mən bilməsəydim, çox çətinlik çəkəcəkdim. Çünki alt İnkişaf standartı sahələri arasındadır da. Birinci Eynən, yəni- inkişaf sahəsi ilə ikinci inkişaf sahəsinin arasında olan fərqi göstərir. Eynən. Yəni mən əgər burada bilməsəydim, alt standartlarımı, əsas standartlarımı bilməsəydim, mən bu testi çox çətinliklə yazacaqdım. Ən əsası da mən burada nəyə diqqət yetirirəm? Ümumi olaraq, belə deyim, sualın ümumi təlim nəticəsi olub olmadığına baxıram görək bu təlim nəticəsi, ümumi təlim nəticəsi yoxsa burada səhvliklər var. Yəni bunların hər birinə diqqət yetirmək lazımdır. Sonra B variantı, ikinci suala baxaq daha doğrusu. Burada Piaget ilə Vygotsky'dir. Biz Piaget və Vygotskini sizinlə keçməmişik. Amma hər ehtimal izah eləmək istəyirəm yenə də. Çünki uyğunluq və uyğunsuzluq testidir də. İndi keçəndə yenə də daxil olub siz bu PDF sizdə qalacaq. Daxil olub o sınağı üzdən təkrarən siz də gedəcəksiniz. Birinci sualı keçmişik və birinci testi də rahatlıqla həll elədik. Baxaq ikinciyə. Deyir ki, müəllimələr, uyğunluğu müəyyən edin. Uyğunluq deyəndə, yəni məsələn deyir ki, Piaget'ə aid olanları seç, uyğunlaşdır, bir də Vygotskiyə aid olanları uyğunlaşdır variantda tap. Bu testi necə tapmaq lazımdır? Baxın, Piaget nəzəriyyəsindən qısa məlumat verim sizə. Piaget idraki inkişaf sahəsinə aiddir. Yəni Piaget nəzəriyyəsi idraki inkişaf sahəsinə aiddir. Vygotsky isə sosiala aiddir. Yəni Piaget deyir ki, uşağı sərbəst burax deyir, özü öyrənsin. İdraki inkişaf eləsin, zehni inkişaf eləsin, hər şey qaydasına düşəcək, o savadlı uşaq olacaq. Vygotsky də deyir ki, yox deyir, birinci deyir idrak lazım deyil, uşaq deyir sosiallaşsın, sonra deyir o idrak özü də inkişaf eləyəcək. Yəni birinci sosiallıq ön planda olmalıdır, sonra idrak özü yaranacaq, zehni inkişaf. Amma Piaget deyir ki, yox deyir, birinci idrak olmalıdır zəruri, sonra deyir sosiallaşar. Yəni biri sosialın tərəfdarıdır. Adətən görürsüz valideynlər uşaqları bağçaya qoyanda deyir ki, mən əsas istəyirəm ki, uşağım sosiallaşsın. Məsələn, görürsüz sosiallıq. Yəni bu nəzəriyyələri biz öyrəniriksə, biz gnostik bir müəlliməyik, yaradıcı bir müəlliməyik. Yəni Piaget ilə Vygotsky qısa nümunə çəkdim. Yəni Piaget deyir ki, idrak birinci gəlir, zehni inkişaf birinci gəlir. Vygotsky deyir ki, yox deyir, birinci gəlir deyir, hansı ki sosiallıq. Baxaq. İndi birə baxaq. Deyir ki, məsələn, öyrənmə inkişafdan əvvəl gəlir. İndi imtahandasız siz bunu bilmədiniz. Öyrənmə inkişafdan gəlir nə deməkdir? Görəsən bilmirsiniz də, həyəcanlısınız bilmirsiniz. Ona görə baxmırsınız ona, qoyursunuz qıraqda. Bilmədim də indi, anı bilmədim məsələn. Sonra baxıram.
Uşağın deyir əvvəlcə zehni inkişafı formalaşır, daha sonra isə öyrənmə baş verir. Öyrənmə sosiallıq deməkdir müəllimə. Öyrənmə yəni həyatı öyrənməkdir də. Bunu yadınızda saxlayın. Görürsüz əvvəlcə deyir zehni inkişafı. Bayaq nə dedim? Piaget zehni inkişafı tərəfində idi. Deyir ki, zehni inkişaf ön planda olmalıdır. Birinci zehni inkişaf deyir ki, uşağın əvvəlcə zehni inkişafı formalaşır, daha sonra isə öyrənmə baş verir. Yəni öncə zehni inkişafdır bu Piagetdə. Mən əminəm ki, B Piagetə aiddir. Yəni 100% əminəm. Neynirəm? Variant çıxıram. İmtahanın ən savadlı müəllimə belə variant çıxa bilmirsə, o müəllimənin həmişə səhvi çox olur. Savadlı olsa belə çox olur. Çünki taktikası yoxdur. Görürsüz, dediyim kimi uşağın əvvəlcə zehni inkişafı formalaşır. Bu Piagetə aiddir. Demək ki, 1 B-yə aiddir. Məsələn, 1-də B, mən də gəlirəm variantlara. Baxıram görüm, 1-də B hardadır? A-da bax 1-də B var. Sonra B-də yoxdur. B. Görürsüz A ilə D-dir. Sonra C-də B ilə D-dir. Sonra dediyim kimi D variantında 1-də yəni B ilə C-dir. B var. Görürsüz D-də də B var. Bir də D-də də B var. Bəli. C ilə D-də B var. Yəni burada nə deyir? Uşağın əvvəlcə zehni inkişafı formalaşır. Demək ki, burada cavab ya C olacaq, ya D olacaq. Çünki mən 100% əminəm ki, Piaget aiddir B variantına. Ona görə də qalan variantları atıram qırağa. Başıma yormuram. Hər dəfə mən hər testdə, hər suala baxanda gəlib bu variantların içində gəzsəm, mənim həm zehni inkişafım zəifləyəcək. Yəni də mən artıq zehni inkişafım deyəndə fikrim Piagetə getdi. Yəni mən çox yorulacam imtahan sırasında. Həm həyəcanlıyam, həm də yorulacam. Ona görə də variant çıxma taktikası. Əminəmsə Piagetə, inanırsınız mənə? Baxın, bu testdən daha çox birinci test var. Bu tipdə testlərdən daha çox həmişə bu uyğunluq, uyğunsuzluq testləri çox rahat olur. Çünki orada seçim şansı çox olur. Biz açar sözü tapa bilirik. Amma digərində standart olduğu üçün biz onu tapa bilmirik. Yəni mənə görə ən rahat test baxın bu uyğunluq, uyğunsuzluqdur. Çünki mən orada artıq açar sözü tapıram da, dalı özü gəlir. Arxası özü gəlir artıq. Yəni bir əminəmsə B-yə aiddirsə, demək ki, mən 1B-də çıxıb A-nı da atdım qırağa, B-ni də atdım qırağa, bir də E-ni atdım qırağa. Mənə ya C olacaq, ya da D. İndi baxaq üçüncüyə. Deyir, uşağın zehni inkişafı mərhələlərlə baş verir. Yəni Piaget deyirdi də, Piaget deyirdi ki, uşağın zehni inkişafı mərhələlərlə baş verir. Hissi, hərəki, əməliyyat öncəsi, konkret əməli, formal əməli. Yəni mərhələlərə o bölürdü. Mərhələ sözü Piagetə aiddir. İndi o mövzunu keçəndə çox gözəl anlayacaqsınız. Mən testi izaha görə onu deyirəm. Demək ki, hə, C də Piagetə aiddir. İndi B ilə C burada hardadır? Mən əminəm ki, C də ona aiddir. B variantındadır müəllim. Elə variant da o seçilməlidir. Çünki iki variant seçmişik də oradan düzgün. Eynən. Ya o, ya o birisi. Amma yenə də baxaq C variantına. O birisində C-dir növbəti variant, ancaq o deyil. Düz cavab elə C-dədir. D variantıdır müəllimə. Cavab D variantı. D variantı. C variantıdır. Aha, Bəli, baxaq. D variantı. Ay müəllimələr qoyun müəllim izah eləsin. Sakit olaq. Siz çox aydın izah edirsiniz. Çox xahiş edirəm, araya heç kim girməsin. Qarışdırıram. O qədər gözəl səsləri bağlayaq müəllimələr. Mən soruşanda qısa cavab verərsiniz. Çünki qayd götürürəm. Baxın, D variantını görürsüz. Zehni inkişafın əsasında sosial münasibətlər dayanır. Burada da deyir ki, yəni Vygotsky nə deyirdi? Deyirdi ki, zehni inkişafı əsasında, yəni zehni inkişafı formalaşan elə sosiallıqdır. Yəni deyir, sosiallıq olsa onsuz zehni inkişafda formalaşacaq. Bu da Vygotsky'yə aiddir, Piaget dedim, çaşıb. Baxın, zehni inkişafın deyir, əsasında sosial münasibətlər. Harda sosial sözü görsəz, bilin ki, o, yəni sosialı əsas kim götürsə, hansı variantda sosial əsas götürülübsə, deyir, sosial olmasa heç nə olmaz, bilin ki, Vygotsky'dir. Amma yox, deyir, zehni inkişaf olsa sonra hər şey formalaşar deyən bir cümlə görsəz, bilin ki, orada artıq Piaget'dən söhbət gedir. Çünki zehni inkişafı ön planda saxlayır. Yəni deməyim odur ki, deyir ki, burada da zehni inkişafın əsasında. Yəni deyir, sosiallıq olsansa zehni inkişafda formalaşacaq. Bu Vygotsky deyir bu sözü. Yəni bir dənə onu yadınızda saxlayın, mövzunu keçəndə daha geniş öyrənəcəksiniz sözsüz ki. Yəni cavab oldu D variantı. Çünki Piaget B ilə C-dir, Vygotsky də A ilə D-dir. Görürsüz, A ilə D, 2 də A-dir. Yəni 1 BC, 2 AD. Cavab oldu D variantıdır. Bu uyğunluğu müəyyən edin testidir. Çox rahatdır. Ən sadə testlər bu testlərdir. İndi baxaq bu suala. Səsləri bağlayaq. Aha. Sual işarəsinin yerinə deyir, aşağıdakılardan biri uyğundur.
Nəsə anlaşılmayan bir məqam olanda səsi açın bildirin. Qalan vaxtı səsi açmayın. Çünki kaydı götürürəm. Kaydı zamanı sizə dinləyəndə yorucu gəlməsin. Baxın, deyir müəllimələr, görürsüz ox işarəsidir. Baxın, bu tərəfdə bir belə deyim, hissə verilib, ortada sual işarəsi qoyulub. Bu da aid, burada da bir hissə. Bu bir növ şaxələndirməyə aiddir. Yəni mərkəzdə nəsə biz veririk, kənardan onu şaxələndiririk. Yəni misal üçün onu oxuyur, o deyil. Misal üçün deyirəm. Yəni burada deyir ki, baxın, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Mən nə demişdim? Əgər ətrafdan mən tələb edirəmsə, o mənim hüququmdur. Məndən tələb edirlərsə, o mənim vəzifəmdir. Yəni mən istəsəm etməyə bilərəm, istəsəm tələb edə bilərəm. Bu mənim hüququmdur. Amma mən vəzifəmdə deyə bilmərəm ki, mən bunu etməyim də nə olacaq ki, xeyr, məndən onu tələb eləyirlər. Mən artıq qanunvericiliyi pozmuş oluram. Aha, ona görə baxırıq. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Demək ki, tələb etmək var. Bu mənim hüququmdur da. Mən ətrafdan tələb eləyirəm ki, mənim şərəfimə, ləyaqətimə hörmətlə yanaşın. Bu müəllimin hüququdur. Bura baxaq. Deyir, təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq. İş şəraiti. Görürsüz, iş sözü var. Demək ki, mən işləyirəmsə, mən iş yerim həm təhlükəsiz olmalıdır, həm normal olmalıdır. Bu da deyir, mərkəzdə də sual qoyublar ki, yəni bunlar, bir dəqiqə, bunların hər biri nəyə aiddir? Burada nə olmalıdır? Baxırıq bura. Bu ikisi dedik də təhsil verənin hüququdur. Aya baxaq, heç vaxt cümləni bitirməmiş. Tez-tez variant seçməyin. Orada sizi bir dənə hərf səhvi ilə də çaşdıra bilərlər. Adətən imtahanlarda bu olur. Təhsil verənin vəzifəsi. Aha, təhsil verənin vəzifəsi deyil. Sonra təhsil alanın hüququ. Təhsil alan deyil, axı iş var orada, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq var. Valideynin hüququ da deyil, təbii ki, təhsil verənin hüququdur bu. Mənim hüququmdur. Burada yazılmalıdır təhsil verənin hüququ. Aydın olmayan nəsə varsa səsi açıb bildirin. İndi Çox gələk bura. aydındır müəllimə, çox sağ olun. Siz sağ olun. İndi baxaq bura. Baxın, bu tipli testlərdə məntiq testləridir. Deyir ki, tərbiyəçi müəllim təlim prosesi zamanı uşaqlara müxtəlif məqsədli tapşırıqları yerinə yetirməyə təklif edir. Yəni, müxtəlif məqsədli tapşırıqlar verir uşaqlara. Təqdim olunan deyir, tapşırıqları reallaşdıracaqları məqsədlər üzrə qruplaşdırın. Yəni, bir növü mənim məqsədim nədir burada? Mənim verdiyim fəaliyyət nədir burada? Başa düşürsünüz? Yəni, mənim məqsədim, məsələn, hafizəmin inkişafıdırsa, mən burada görən hansı fəaliyyəti verəcəm ki, o hafizənin inkişafı formalaşsın. İndi baxırıq biz bura. Ola bilər də yenə də bayaqki sual kimi bilmədiyimiz məqamlar olar. Variant çıxacaq yenə də. Deyir ki, uşaq sadə puzzle qurur. Biz indi bu mövzunu sizinlə keçəcəyik uşaqların məktəbə hazırlığı mövzusunda. Bir dənə puzzle. Puzzle nə idi? Puzzle diqqətidir. Amma məsəl üçün bilmirəm. İndi ola bilər də biri bilmədim, itirdim özümü. 2-yə baxıram. Tərbiyəçi müəllim deyir, uşağa müxtəlif əşyaların təsvir olunduğu şəkillər göstərir. Şəkli götürdükdən sonra uşağın yadında saxladığı təsvirləri sadalayır. Baxın, yadında sözü yadınızda qalsın elə. Yad sözü nədir? Yaddaş deməkdir də, yaddaşımda qalan. Yəni, bir növü yad varsa bu hafizəyə aiddir də, yaddaşında qalanı uşaq sadalayırsa, müəllim göstərir, sonra da götürür, deyir, yadında hansı qaldı? Uşağın yaddaşını yoxlayır, görüm yaddaşında nə qaldı? Bu aid oldu hafizəyə. Neyinirəm? Heç nəyi bilmədim, amma bilirəm ki, 2 mütləq A variantıdır. 2 mütləq, 100% A variantıdır da, yəni heç nəyi bilməsəm də içindən onu bilirəm. Gəlirəm bura, baxıram 2A hardadır, 2 də A. Baxın, ikinci sıraya gəlirəm, görürsünüz, 2 burada A hardadır müəllimələr. Bir dəqiqə, ekran sürüşür. Aha. Görürsünüz, C ilə yenə də D-də. 2-də A var. Görürsünüz, demək ki, A 100% səhvdir, B-ni də atıram mən qırağa, E-ni də atıram. Ya cavabım C olacaq, ya D olacaq. Görürsünüz, nə qədər sadədir testi həll eləmək. Bütün testlərinizi belə həll edin. Gəlirəm yenə də bura. Deyir, tərbiyəçi müəllim uşaqlara hekayəni yarıya kimi danışır. Uşağa təklif edir ki, onun davamını özü danışsın. Burada da mən uşağın təxəyyülünü inkişaf etdirəndə uşaq o əlavələr edir, öz yaradıcılığını ortaya qoyur. Amma yenə də bilmədim. Gəlirəm 4-ə. Tərbiyəçi müəllim uşağa müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərir. Uşaq fərqli əşyaların oxşar əlamətlərini deyir. Bu təfəkkürdür. Fərqli əşyaların oxşar cəhətlərini, məsələn, belə bir nümunə deyim, o mövzunu keçəndə daha gözəl, aydın sizə olacaq. Məsələn, deyir ki, mənə soyuducu ilə
paltaryuyanın oxşar və fərqli cəhətlərini de Emil. Emil deyir ki, hər Düzəlsin, gəlim gedər indi çağırım. Kəpəslər, mən bir dərsə girib. xahiş edirəm səsləri bağlayaq. Amil Muradlı. Çox xahiş edirəm səsləri bağlayaq müəllimələr. Yəni təkrarlamaq istəmirəm, dərsim pozulur. Aha. Deyir ki, hər kəs də yəqin ki, ekran görünür. Bir nəfər səsi açıb bildirsin. Heç kim Bəli, səs bəli. açmır. Yəni dəfələrlə səs açılsa mən o müəlliməni çıxardacağam qrupdan. Yəni çünki mən burada ekran kartı götürürəm. Əlim dəqiq bilməmişəm. Yo, narahat olmayın. Başa düşürəm müəllimə. Yo, narahat olmayın. Sadəcə bilirəm, yəni siz səs açan deyirsiniz. Bizim qrupa. Necə? Bu kaydı qrupa atacaqsınız da. Bəli, bəli, göndərəcəm. Elə kayıt götürürəm deyə deyirəm ki, heç kim səsi açmasın. Aha. Müəllim. Davam edək, narahat olmayın. Deyirəm ki, tərbiyəçi müəllim uşağa müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərir. Uşaq fərqli əşyaların oxşar əlamətlərini deyir. Yenə də deyirəm, müəllim deyir ki, uşağa, Emil, paltaryuyan ilə soyuducunun fərqi nədir? Oxşar cəhət nə? Deyir ki, hər ikisi elektriklə işləyir. Düzdür. Sonra biri məsələn soyuducudur, qidaları qoyuruq biz ora. Birində biz paltarları yuyuruq. Oxşar və fərqli cəhətlərini deyir də bu da uşağın təfəkkürüdür. Çünki uşaq analiz edir, sintiz edir, müqayisə edir. Təfəkkürü işə düşür də, təfəkkür aiddir. Oxşar, fərqli, müqayisə, analiz, sintez, yəni təfəkkür mövzusunda keçəndə daha geniş öyrənəcəksiniz. Bu aiddir təfəkkürə 100% əminəm. 4-ü də C. Deyirəm ki, 4-də C-dir. Gəlirəm bura. 4C hardadır? Aha. 4C, 2A, hə, demək ki, bir də B-dir. Baxıram, görün, bir B-dir. Yəni də uyğunlaşdırıram. Aha. Uşaq sadə puzzle qurur. Bu diqqətli, bəli. Baxın, 1B, sonra 3-cüyə. Tərbiyəçi müəllim hekayəni yarıya qıdığı təxəyyül, bəli. Gəldi, artıq görürsünüz, ardı özü özünü tamamlayır. Heç mənim deməyimə ehtiyac yoxdur. Mən sadəcə orada açar sözü tapıram, bir dənəsini tapan kimi, əmin olan kimi, ardıcıl mıncıq kimi özü düzülür. Heç mənim o qədər də əziyyət çəkməyimə ehtiyac olmur. Beynimi də yormuram. Ardıcıl özü gəlir və mən yoxlayıram, görürəm, həqiqətən də elədir, oxşarlıq da var. Yəni, cavab orada burada D variantı. Aha, bəli. İndi gələk bura. Əqli hücum adlı. Baxın, əqli hücuma mən sizinlə keçmişəm. Yəni, bunu bilməyən ola bilməzdən. Deyir ki, əqli hücum adlı təlim üsulu haqqında fikirlərdən biri yanlışdır. Baxaq. Deyir ki, birgə səy nəticəsində konkret problemin bir neçə həlli işlənib hazırlanır. Müəyyən vaxt ərzində bütün uşaqlar problemin həlli ilə bağlı ideyalar toplanır uşaqlardan. Yəni, ideya varsa, əqli hücumun açar sözüdür. Keçən dəfə demişdim sizə, birgə səy varsa, hamı ilə bərabər varsa, birgə səy varsa, əqli hücumun açar sözləridir. Açar sözləri unutmayın. Müəyyən vaxt ərzində, yəni bu onun qaydasıdır da bir sözlə. Əqli hücumu əgər oxumayan müəllimə zaten bilməyəcək. Günah burada müəllimədə olur. Oxuyan müəllimə heç bunu bir dəfə oxuyan kim bilir ki, bu onun elə qaydasıdır. Üstündən keçirik. Əqli hücuma aiddir. Amma bizə deyir ki, yanlış olanı tap. Cümləni axıra qədər ona görə oxuyun. B-yə baxaq. Uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verir. Fikrin müxtəlifliyinin zəruri olduğunu başa düşmək üçün şərait yaradır. Baxın, açar söz orada da var. Əqli hücumda mən qaydada yazmışam ki, fikrin müxtəlifliyi. Yəni, müəllim bir sual verir, ideya toplayır uşaqlardan. Mənim fikrim ayrıdır. Əlinin fikri ayrıdır, Emilin fikri ayrıdır, Səidənin ayrıdır. Yəni, bu o deməkdir ki, bu əqli hücum bizə nəyi öyrədir, bilirsiniz? Yəni, sən də fərqli düşüncəsisən, digəri də fərqlidir, mən də fərqli. Hamımız bir olmaq məcburiyyətində deyilik. Bizə onu göstərir əqli hücum. Həm ideyalar toplayır və bu zaman, unutmayın, müəllim uşaqların ideyalarını toplayanda, uşaqlara həmin anda demir, sən səhvsən, sən düzsən. Məsələn, Emil deyirəm, hə Emil, sən səhvsən. Deyə bilmərəm mən onu. Mən ona desəm, Emilə səhvsən desəm, Əli bəlkə də bir fikrini irəli sürməyə çalışacaqdır. Əli də çəkinir ki, bir də mənimki də səhv olar, pərt olaram. Yəni, qırılır da ki, bir də mənim dediyim də səhv ola bilər. Ona görə də müəllim heç nə demir. Hamının fikrini toplayır, sonda nəticəyə gəlir. Yəni, B variantı da düzdür. Fikir müxtəlifliyi, unutmayın. Sonra C-yə baxaq. Məşğələdə problemli situasiya. Fikir müxtəlifliyi yaratmaq və həll yollarını tapmaq üçün istifadə edilir. Görürsünüz? Fikir müxtəlifliyi yenə də açar sözüm. Mən fikir müxtəlifliyini bilirəmsə tapıram. Yəni, yenə də deyirəm, bu testi mən tərtib etməmişəm. Bunu rəsmi Arted verib və görürsünüz bizim PDF-lə nə qədər üst-üstə düşür.
Görürsüz, hər bir açar sözü mən demişəm və bunu işləmək çox rahatdır. Amma yenə də əvvəllər, yəni əvvəl bu test çıxanda müəllimlərin çoxu səhv etmişdi. Sonra mən bunu izah edəndə görmüşlər ki, həqiqətən də bildiklərini səhv ediblər. Düzgün yanaşmayıblar testi həll eləməyə. Sonra D-yə baxaq. Uşağın deyir fəallığının axtarılmasına və onların ideyalar irəli sürməsinə. Yenə də ideyanı gətirib salıblar bura. Görürsüz, ideyalar irəli sürürsə, ideyadır, fikir müxtəlifliyidir, birgə səyi nəticəsindədir. Bunların hər biri əqli hücumun açar sözüdür. Amma E variantına baxın. Tərbiyəçi müəllim tərəfindən uşağa məlumatın ötürülməsini, dinləmə bacarığının inkişafını təmin edir. Bu nədir? Bu artıq nağıl etmədir də. Nağıl etmədə müəllim danışır, uşaq dinləyir. Nədir bu? Deyir, tərbiyəçi müəllim tərəfindən uşağa məlumatın ötürülməsini və dinləmə bacarığının inkişafını təmin edir. Bu nağıl etmədir. Demək ki, səhv olan E variantıdır. E, əqli hücum deyil, nağıl etmədir. Kim nəyisə başa düşməyibsə deyər, amma bilən heç nə isə saatı beşinə bildirməsin. Bilməyən isə saatı bildirər. Ki, vaxt getməsin. 6-ya baxaq. Məktəbəqədər təhsil pilləsində keçirilən məşğələlər haqqında düzgün fikri müəyyən edin. Baxaq. Deyir, körpələr qrupunda təsviri fəaliyyət məşğələsi həftədə bir dəfə keçirilir. Körpələr qrupunda təsviri fəaliyyət məşğələsi həftədə bir dəfə keçirilir. Məşğələlər və həftəlik miqdarını biz sizinlə keçmişik. Sonra, burada bizdən nə deyir? Deyir, doğru fikri müəyyən edir. Qoyuram onu qırağa. Təsviri fəaliyyəti məsəl üçün bilmirəm. Məsəl üçün. B-yə baxıram. Məşğələlərin müddəti, yəni o dəqiqə bir variant üzərində fikirləşə qalmayın. Hamısını oxuyun, sonra fikirləşin. Məşğələlərin deyir müddəti 3-4 yaşlı uşaqlar üçün orta qrupda 15 dəqiqədir. Sensor tərbiyə oyuncaqlarla, didaktik materiallarla, oyuncaq tikinti materialları ilə məşğələdən sonra oyun fəaliyyəti zamanı aparılır. 1, 2 və 2-3 yaşlı uşaqlar üçün məşğələlər yarım qruplarla təşkil edilir. 6 günlük iş həftəsi ilə işləyən məktəbəqədər təhsil müəssisəsində şənbə günü bir məşğələ keçirilir. Bizə dedir ki, yanlış fikir müəyyən edin. Hamısını mən sizə keçmişəm bu variantlarda. İndi izah edəcəm. Deyir ki, körpələr qrupunda təsviri fəaliyyət məşğələsi həftədə bir dəfə keçirilir. Müəllimlər, bir dənə bunu mənə cavablandırın. Oxuduqlarınızdan 1-2 yaşında təsviri fəaliyyət məşğələsi varmı? Xeyr, müəllimə. Kiçik qrupdadır müəllimə. Bəli, indi səsləri bağlayaq. İkinci kiçik qrupdan etibarən başlanılır təsviri fəaliyyət, unutmayın. Yəni, bu səhvdir də. Birinci kiçik qrupda yoxdur. Burada yazılır, keçirilir. Sizə elə sual qoyub ki, bura, elə bir variant qoyub ki, güya keçirilir. Yəni, burada yanlışı elə bilməyən müəllimə yanlışı heç bilməyəcək ki, təsvir fəaliyyət var ya yoxdur. Ona görə diqqətli olun. Fikirləşin görək. Bir düşünüm görün, birinci kiçik qrupda varmı bir məşğələ? Varsa neçə dəfə keçirilir? Demək ki, A səhvdir. Deyir ki, məşğələnin müddəti 3-4 yaşlı uşaqlar üçün orta qrupda 15 dəqiqədir. Bunu da keçmişəm dəqiqələrini 1-2, 2-3. 1-2 yaş qrupunda 10 dəqiqədir, 2-3 yaşda 15 dəqiqədir, 3-4-də 20-dir axı. Amma burada deyir ki, 3-4 yaşlı uşaqlarda 15 dəqiqədir, xeyr 20 dəqiqədir. Bu da səhvdir. Sonra baxıram C-yə. Sensor tərbiyə, yəni oyuncaqlarla, bilirik də sensor tərbiyə məşğələsində oyuncaqlarla öyrədirik uşaqlara, didaktik materiallarla, oyuncaq tikinti materialları ilə öyrədirik dərsi. Amma ki, burada deyir ki, baxın, açar söz. Məşğələdən sonra oyun fəaliyyəti zamanı aparılır. Sensor tərbiyə məşğələdən sonra aparılmır axı. Elə sensor tərbiyə özü bir məşğələdir də. Elə məşğələnin içində keçirəm də mən sensor tərbiyəni. Sensor tərbiyə bir oyun deyil axı. Bir fəaliyyət deyil axı. Sensor tərbiyə özü bir məşğələdir. Yəni riyaziyyat 3-4 yaşından sonra məntiqi riyazi təfəkkür adlanırsa, 3 yaşından aşağı da sensor tərbiyə adlanır. Yəni sensor tərbiyə aşağı yaş qruplarındadır, məntiqi riyazi təfəkkür yuxarı yaş qruplarındadır. Yəni unutmayın, sensor tərbiyə özü bir məşğələdir. Məşğələdən sonra biz onu keçmirik. Sonra baxaq. D-yə baxaq. 1, 2 və 2-3 yaşlı uşaqlar üçün məşğələlər yarım qruplarla təşkil edilir. Görürsüz, 1, 2 və 2-3 yaşlı uşaqlar üçün məşğələlər yarım qruplarla. Bəli, mən demişdim də sizə iş üsulunu, iş formasını keçəndə biz iş formalarından 1-3 yaşlı uşaqlar üçün hansı idi? Yarım qrup var idi. Bir qrupdur, o qrupu 2 yerə bölürük, olur yarım qrup. Məsələn, 20 uşaqdırsa 10 uşağı bir yana bölürük, 10 uşağı da bir yana olur, 2 dənə qrup. Bu düzdür. E-yə baxaq. 6 günlük iş həftəsi ilə işləyən məktəbəqədər təhsil müəssisəsində şənbə günü bir məşğələ keçirilir. Xeyr, keçmişəm sizinlə elə keçən dəfəki mövzumuzdur. 6-cı günü biz məşğələ keçmirik. 6-cı günü olur oyunlar, gəzintilər, ekskursiyalar, sərbəst fəaliyyət. Yəni biz orada məşğələ keçmirik.
Bu da yəqin ki, aydın oldu. Aydın olmayan nəsə varsa səsi açıb bildirərsiniz. 7-yə də baxaq müəllimələr. Verilən xüsusiyyətlər hansı iş üsuluna aiddir? Baxıram. Görürsüz, çox sadə suallar düşüb. Hələ bunu sırf müəllimələr demişdi ki, çox çətin düşüb. Görürsüz, oxuduqca heç nə çətinliyi yoxdur. Hamısı rahat qaydadır. Sadəcə uzun-uzun variantları görürsüz, uzun cümlələri görürsüz, deyirsiniz, ay daha mürəkkəbdir, buradan oxuyunca bu yaddan çıxır. Xeyr, heç nə yaddan çıxmır. Məntiq yürüdən müəllimənin yadından çıxa bilməz. Artıq onu yaza bilməyən müəllimə ya oxumayıb, ya da ki, test işləmə bacarığı yoxdur. Verilən deyir xüsusiyyətlər hansı iş üsuluna aiddir? Məlumatın deyir tərbiyəçi müəllimdən uşağa ötürülməsi dinləmə bacarıqları. Mən məlumatı uşağa ötürürəmsə nağıl edirəm də, nağıl etmədi və uşaq dinləyir. Bu nağıl etmədi. Məsələn, bilmədim də indi birincini. Sonra bu üsulda mövzu ilə məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədi ilə istifadə etmək məqsədə uyğundur. Mən nə edirəm? Mövzunu danışdıqca zənginləşdirirəm, tamamlayıram. Bu da aiddir eyni zamanda nağıl etməyə. Bu da orada yer alıb. Bunu da yazmışam. Tərbiyəçi müəllim məlumatın ötürülmə prosesində verbal suallar verməklə vizual uşaqların üz ifadələrini və jestlərini müşahidə etməklə tənzimləyir. Mən nə edirəm? Nağıl danışanda uşaqlara baxıram da, bəlkə mən nağılı indi canlandırıram. Ola bilər ki, qırmızı papağın roluna girirəm. Ola bilər ki, məsələn, canavarın, qurdun roluna girirəm. Nə edirəm? Həmin anda o səsi, o mimikanı izləyəndə bir uşaqlara baxıram. Bəlkə orada qorxan var. Görürsüz də adətən uşaqların çoxu qorxur. Səsləri bağlayaq. Hər kəs səsinə diqqət yetirsin. Həmin anda mən diqqət yetirirəm, görək o uşaq qorxurmu? Bəlkə qorxu bağlayacaq. Bəlkə elə uşaq var ki, məsələn, tanıyıram ki, uşağın yanında mikrofon verirəm, mikrofonu əlinə almır, götürür yerə atır ki, mən qorxuram. Mikrofondan çox qorxur, ağlayır. Elə uşaq da tanıyıram ki, mahnı oxuyan oyuncaq verirəm əlinə, ağlayır ki, istəmirəm. Səsi gələn kimi ağlayır. Yəni nağıl etmə zamanında mən buna diqqət yetirməliyəm. Bəlkə elə uşaq var ki, mən qurdun roluna girirəm, sevinir, həyəcanlanır. Eləsi də var ki, qorxur, ağlayır. Neynirəm? Mən əlbəttə onun üzünə baxmalıyam və verbal suallar da verməliyəm uşaqlara maraqlı nağıl danışa ki, uşaq beynini işlətsin. Bu da aiddir nağıl etməyə. A oldu 7A variantı. İndi gələk 8-ə. Deyir ki, uşaq inkişafının dəyərləndirilməsi haqqında fikirlərdən biri yanlışdır. Mən dəyərləndirməni sizinlə keçmişəm. İndi baxaq. Deyir ki, uşaq inkişafının dəyərləndirilməsi, onun inkişafı və təlimi haqqında ailəni məlumatlandırmaq və təhsil alanın bilik və bacarıq vərdişlərini dəyərləndirmək məqsədi ilə aparılır. Düzdür də müəllimələr. Mən nə edirəm? Uşaq inkişafının dəyərləndirilməsi, yəni onun inkişafı və təlimi haqqında ailəni məlumatlandırmalıyam və təhsil alanın bilik, bacarıq və vərdişlərini dəyərləndirmə məqsədini aparıram da mən dəyərləndirməni. Həm onun inkişafını dəyərləndirirəm, unutmayın. Bunu da bir yerə yazarsınız. Uşaq inkişafını bağçada mən təkcə elmi, idrak baxımından dəyərləndirmirəm. Onun həm fiziki inkişafını dəyərləndirirəm, həm mədəni davranışını dəyərləndirirəm. Yəni inkişaf sahələrim üzrə dəyərləndirirəm də. İnkişaf sahəsində oturma da var, durma da var, təhlükəsizlik də var, əmək də var, hər şey var, süfrə mədəniyyəti də var. Görürsüz, təkcə yəni uşağın məktəbdəki kimi tarixi bildi, qiymətləndirim, Azərbaycan dilini bildi, qiymətləndirim, riyaziyyatı bildi, xeyr. Burada mən uşağın bütün inkişafını qiymətləndirirəm. Çünki mən tərbiyəçiyəm. Tərbiyə də var burada. Məntiqlə. Sizə desək ki, sadəcə idraki səviyyəsini dəyərləndirir, yanlışdır. İdrak deyil biz. Biz 4 inkişaf sahəsini dəyərləndiririk. Düzdür. Həm bilik və bacarıqlarını, həm də ailələri məlumatlandırırıq. Bu düzdür. Sonra B-yə baxaq. İnkişafın dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq edilir. Onun nitq, hissi, böyük və kiçik motor bacarıqlarında inkişaf səviyyəsini müəyyənləşdirmək üçün istifadə edilir. Bəli, düzdür də müəllimələr. Fərdi qaydada tətbiq edirəm də, mən durub ümumi hamını qiymətləndirmirəm ki, mən bir baxıram görüm Emilin səviyyəsi nədir, Səmanın nədir. Burada mən həm uşaq önümlülük prinsipinə istinad edirəm, didaktik prinsiplərdən, həm də təlimin təşkilinə verilən prinsiplərdən də diferensiallaşma və fərdiləşməyə istinad edirəm. C-yə baxaq. Dəyərləndirmənin nəticələri uşağın həm yüksək, həm də aşağı səviyyəsində olan bacarıqlarını müəyyənləşdirir. Görürsüz, burada nə deyir? Deyir, həm yüksək, həm də aşağı. İndi məsəl üçün bunu bilmirsiniz. Qoyaq bir qırağa, indi onu sonda izah eləyəcəm. Görürsüz, D variantını, aşağı baxın. Uşaq inkişafının dəyərləndirilməsi məktəbəqədər yaş dövründə 2 dəfə 3 yaşın və məktəbəqədər təhsilin sonunda uşaq inkişafının qiymətləndirilməsi məqsədi ilə hazırlanır. Baxın, dəyərləndirmə, burada 3 yaşın və 6 yaşın sonu var ya, məktəbəqədər təhsilin sonu. Bu inkişafa dair yekun hesabatdır. İnkişafa dair yekun hesabat da dəyərləndirməyə aid deyil. Artıq o portfolionun içərisində gedir.
Yəni mən orada uşağı 3 yaşın sonunda dəyərləndirirəmsə və bunun 1 yaşı, 2 yaşı, ümumi 3 yaşın sonunda onun inkişaf adarı yekun hesabatını qoyuram da. O dəyərləndirmə deyil. O adı üstündə inkişaf adarı yekun hesabatdır. Dəyərləndirmə bir diaqnostikdir, bir də formativdir. Burada amma 3 və ya 6 yaşın sonunda deyir aparılır dəyərləndirmə. Xeyr, yanlışdır. 3 və 6 yaşın sonunda aparılmır. Dəyərləndirmə həmişə aparılır. Səhvdir. İndi baxın geridə qoyduğumuz C variantına. Görürsüz deyir dəyərləndirmənin nəticələri uşağın həm yüksək, həm də aşağı səviyyəsində olan bacarıqlarını müəyyənləşdirir. Düzdür də, mən uşağı qiymətləndirirəm. Görəm, baxıram ki, bu uşaq bu inkişaf sahəsindən zəifdir, amma bu inkişaf sahəsindən yüksəkdir. Həm onun yüksəyini, həm zəifini, həm orta səviyyədə biliyini müəyyənləşdirirəm dəyərləndirməklə mən. Yəni onun inkişaf səviyyəsini ölçürəm. Nə qədər bilir, nəyi az bilir, nəyi çox bilir. Baxaq E variantına. Uşaq inkişafının dəyərləndirilməsi nəticəsində faydalı fərdi təlim planlaşdırılır və həyata keçirilir. Düzdür. Mən uşaq inkişafını dəyərləndirirəm və artıq mən düzgün, faydalı bir təlim planlayıram. Uşaqların inkişaf səviyyəsini müəyyənləşdirdim. Onların inkişaf səviyyələrinə uyğun təlim müəyyənləşdirirəm. Yəni qarşıya bir təlim qoyuram. Belə. Bu da oldu dediyimiz kimi səhv olan D variantı. İndi baxaq 9-cu suala. Deyir ki, sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Baxaq. Təlim prosesi və onun təşkili prinsipləri. Təlimin təşkilində istifadə olunan forma, üsullar, burada aşağıda da yazıb. Təlim strategiyası. Təlim strategiyasına nələrə aiddir? Təlim strategiyasına aiddir təlim prosesi və onun təşkili prinsipləri, təlimin təşkilində istifadə olunan forma və üsullar, bir də təlimin planlaşdırılması aiddir. Təlim strategiyasına təlimi düzgün planlaşdırmalıyam, təlim prosesi onun təşkili prinsiplərini düzgün müəyyənləşdirməliyəm, bir də forma və üsulları düzgün qurmalıyam. Bu oldu təlimin planlaşdırılmasına. Təlim strategiyasının hissələrinə. Bir də gələk bu hissəyə 10-cu suala. Yox, ya da 10 qalsın. Onu gələn dəfə izah edəcəm, biraz genişdir. Vaxt çox gedəcək. İndi keçək sual cavabımıza. Bu testlərdən kimə nə aydın olmadı, kimə nə çətin gəldi? Görürsüz, əksəriyyətini biz keçmişik. Keçmədiklərimizi də deyirəm də keçəcəyik. Aydın oldu mu? Müəllimə, bəli, yaxşı. Bəli, müəllimə, çox sağ ol. Çox gözəl aydınlıq verdiniz. Siz sağ olun. Müəllim, zaman- ona bir sual verin, müəllimə. Kurikulum neçə hissədən ibarətdir? Kurikulum neçə hissədən ibarətdir? Necə müəllimə? Necə yəni kurikulum neçə hissədən ibarətdir? Müəllimə, testə də düşmüşdü, kurikulum neçə hissədən ibarətdir. Mən 3 yazmışdım, 4 çıxdı, onun üçün soruşuram. Kurikulum yox, onun yəni rəsmi cavabı yoxdur. Yəni nəsə məlumat əldə etsəm göndərərəm qrupa. Oldu müəllim, sağ ol. Müəllimə bir sual verin. Bəli. Müəllimə bir sual. Müəllimə, birinci sertifikasiya imtahanı olacaq, yoxsa MEQ? Dəqiq deyil müəllimə. O barədə əvvəl də demişəm. İnşallah məlumat gələn kimi deyəcəm. Onu biz bilmirik. Onu ancaq Təhsil Nazirliyi. Müəllim, Çünki Şəhzadə müəllim. Hə, deməli Ayda xanım təlim strategiyaları bilirik ki, təlimin təşkilində istifadə forma üsulları bildik. Aha, onu göndərəcəm. Yox, öcə bilirəm. Məsələn, kollektiv falan bunlar formalardır. Fərdi, kollektiv bu üsullar da ki, əqli hücum, həm əqli hücum falan bunlardır. Yəni o 1-3 yaşlı, 3-6 onları da yaşlı. bilirsiniz də. Bəli. Aha, bunları bildim. Təlimin Fərdi planlaşdırılması da bildik ki, 2 qaydada da, yəni cari, illik. Bəli. Təlim prosesi və onun təşkili prinsipləri, onu da bilirəm, yadıma sala bilmirəm, dedim qoy soruşum. Müəllimə təlimin təşkili prinsipləri. Hansılarda olar, yadıma sala bilmirəm təlim təşkili. Təlimin təşkili prinsipləri. Ayda yadıma sala bilmirəm, o hansı dərsdir. Göndərərəm onun PDF-ini etiketləyəcəm. Hansı ki, göndərmişdim mən sizə idrak fəallığı. Ay, bildim. Hə, pedaqoji prinsiplər 6 dənə. Hə, bildim. Yanında qeyd edim. Hər dəfə qarışdırıram onu, bildiyim dərsdir. Bildim müəllimə, çox sağ olun. Sağ olun. Başlayaq o zaman sual cavabımıza. Kimlər hazırsa əl işarəsini qaldırsın dərsə. Başlayaq. 2 dəqiqə. Zəhmət olmasa gözləyim bir dənə baxım görək ekran kaydı götürürmü? Bu sualları çox sağ olun ki, yaxşı izahı. Oradan açar məqamları tez-tez qeyd elədim. Bəziləri var ki, onları həmişə mən testdə qarışdırıram. O yüzden yəni mən soruşdum. Salam müəllimə, axşamınız xeyir. Olar bir dənə sizə sual verim. Buyurun.
Dedik ki, məşğələnin həftəlik miqdarı 1-2 yaşlı qruplarda təsviri incəsənət yoxdur. Amma dərslikdə keçəndə təsviri incəsənət Var. Bəli, bu qeyd olunur. hə, təsviri incəsənətin içində gedəndə rəsm, yapma, quraşdırma onlara aiddir. Bəli, onun keçəndə həməsini verdi. Aha, çox sağ olun. Sağ ol. Davam edək. Ən son dediyim kimi vermişdim sizə hansı ki inkişaf etdirici, dəstəkləyici mühit, bir də etik davranış prinsipləri. İndi sual-cavabla hər əlinizə bir neçə sual verəcəm. Çünki dərsimizin çoxu 1 saata yaxın elə testə getdi. Testi də mən üzdən izah etmədim. Dərindən izah etdim ki, həm açar sözlər yadınıza düşsün, həm də daha tam mənimsəyəsiz. Və kaydı da götürəcəm inşallah. Alınsa qrupa göndərəcəm. Təzadın Aygün müəllimə. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir olsun. Aygün müəllimə, siz mənə deyin, etik davranış prinsiplərimiz hansılardır? Etik davranış prinsipləri müəllimə 7 prinsip var. Qanunçuluqdur, vicdanlı davranışdır, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad. Bir də konfidensiallığın adı dəyişilib. Yəni mənaca eyni məna verir, amma adı dəyişilib. İnsanların hüquq və azadlıq, qanun maraqlarına, bir də nüfuzuna hörmət. Bəli, yəni onu sadəcə insana hörmət prinsipində yadınızda saxlaya bilərsiniz. Bir də müəllimə, bu etik davranış prinsipləri yalnız ümumiyyətlə məktəbə qədər olan təhsildə işləyən tərbiyəçilər üçün deyil. Bu ümumilikdə bütün müəllimlərə aiddir. Yəni universitet müəllimi, hazırlıq keçən müəllim fərq eləmirlər. Müəllimlik fəaliyyəti ilə kim məşğul olursa, Bütün müəllimlər, yəni pedaqoji işçilərin hamısına aiddir. İndi sizə bir sual verim. Deyirəm ki, məsələn, müəlliməyə bir valideyn yüksək bir hədiyyə gətirib, bir də gətirib bir dənə çiçək. Və müəllimə bu çiçək gətirən valideynə hansı ki belə çiçəyini elə belə götürür, heç uşağı ilə də məşğul olmur. Amma yüksək mənəvi dəyərli bir hədiyyə gətirən bir valideynin uşağının həmişə qiyməti yaxşı yazır, ön planda tutulur. Məncə müəllim o qərəzsizlik prinsipinə aiddir. Yəni müəllimə qərəzli formada yanaşmamalıdır heç bir uşağa. Aha, düzdür. Bəs yaxşı, belə bir sual verim. Müəllimə görür ki, uşağın, məsələn, ola bilər, deyir, filan dəftəri alın. İndi məktəb müəllimi də ola bilər də. Filan dəftəri alın. Uşağın imkanı çatmır, müəllimə özü alıb gətirir onu. Bəs burada? O müəllimə vicdanlı davranışa aiddir. Yəni vicdanlı formada. Sizə demişdim. Vicdanlı davranışı belə ayırt edin. Yəni müəllim onu etmək məcburiyyətində deyil. Onun vəzifəsi deyil. Vəzifəsi olmuyor. Onu edirsə, bu o deməkdir ki, o vicdanlı davranır işinə. Bəli, müəllimə. Bir də deyin siz mənə. Bəs bu hansıdır? Müəllim öz müəssisəsi haqqında öz müəssisəsini kənar yerdə pisləyir. Loyallıqdır müəllimə. Bəli, loyallıq həm də sadiqlik deməkdir. Sadiq qalmalıdır hər bir müəllim. Bir də qeyd eləyin siz mənə funksiyaları sadalayın. İnkişaf etdirici, dəstəkləyici mühitdən. Funksiyaları sadalayın. İnkişaf etdirici, dəstəkləyici mühitin funksiyaları. Fəallığın stimullaşdırılması funksiyasıdır, informasiya funksiyasıdır, psixoloji sağlamlığın qorunması funksiyası, təşkilati tərbiyəvi funksiyalardır, bir də inkişaf funksiyasıdır. Yəni 6 funksiya var. Aha, indi sizə sual verirəm.
Müəllimə qeyd eləyin siz, məsələn, komponentlər hansılardır? Komponentlər müəllimə. 3 komponent var. Yəni inkişaf etdirici mühitin 3 komponenti var. Fiziki mühitdir, zaman mühitidir, bir də sosial mühitdir. Hansı sosial-emosional inkişaf sahəsinə aiddir? Sosial mühit. Adı üstündə sosial mühit, düzdür. Bir bu sualımı da cavablandırın. Bu hansına aiddir? Məsələn, deyirəm ki, bir növü güşələr daxili inkişaf etdiricidir yoxsa xaricidir? Güşələr müəllimə daxili inkişaf etdirici mühitə aiddir. Xarici inkişaf etdirici mühitə, yəni bağçanın həyətyanı sahəsində olan nələr daxildir? Düzdür. Təşəkkür edirəm. Təşəkkürlər. Sağ olun müəllimə. Sağ olun. Fazilə müəllimə. Bəli, müəllim, axşamınız. Axşamınız xeyir. Fazilə müəllimə, siz mənə deyin, təşkilati funksiya nədir? Müəllimə, təşkilati funksiya oxumuşdum. Elə bir ki, yaxın inkişaf zonası deməkdir də, təşkilati funksiya. Amma inkişafı oxudum bayaq. Yox, müəllimə, siz necə? Təşkilati funksiya deyir, mühit, mobil və dinamik olmalıdır. Yəni, tərbiyəçi müəllim yaxın inkişaf zonası, uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları, istek və qabiliyyətlərini nəzərə almalıdır. Uşağın müxtəlif fəaliyyət növlərində fəal iştirak etməsi üçün hər cür material təklif etməlidir. İnkişaf etdirici mühitin məzmunu uşağın ehtiyac və maraqlarına cavab verməli, müstəqil fəaliyyət növünün seçilməsinə təkan verməlidir. Yəni, mühit, belə deyim, mobil, dinamik olmalıdır da, yəni hər şey əl altında olmalıdır, daha maraqlı olmalıdır. Uşağın bütün inkişafı funksiyalarını yerinə yetirməliyik də, məsələn, məşğul olmalıyıq. Bir dənə bu deyim. Zonası da müəllim o. Bir də ki, müəllim orada var ki, oxumuşdum. İnkişaf etdirici funksiya da təşkilatçılıqda yaxın inkişaf zonasından istifadə edilir. Amma inkişaf etdirici funksiya da aktiv zonadan iştirak edir də. Yəni uşaq özü aktivləşir. Mən elə başa düşdüm, yəni fikrimi deyim. Yox, müəllimə, siz belə qaydaları yadda saxlamışsınız. Bir dənə mən sözümü deyim. Baxın, deyirəm ki, təşkilati funksiya odur ki, ümumiyyətlə sizə deyim, tanış olmayan müəllimələrə deyim, indi Vygotskin keçəndə daha geniş biləcəksiniz. Bir var yaxın inkişaf zonası, bir də var aktual inkişaf zonası. Yaxın inkişaf zonası odur ki, mən uşağa öyrətdiyim dövrdür. Uşaq onu bacarmır. Məsələn, ümumi təlim nəticəsi. Ümumi təlim nəticəsi ilin sonunda uşaq onu bacarmalıdır. Mən il ərzində çalışmalıyam ki, uşağı aktual inkişaf zonasına keçirdim. Uşağa mən il ərzində o fəaliyyətləri öyrədirəmsə, ilin sonunda uşaq ümumi təlim nəticəsini riayət edirsə, yəni onları bacarırsa, artıq o aktual inkişaf zonasına keçdi. Yox, hələ də onu bacarmırsa, hələ də qaldı yaxın inkişaf zonasında, hələ də köməyə ehtiyacı var. Sərbəst onu yerinə yetirə bilmir. Yəni, məsəl üçün, köynəyinin düymələrini bağlamaq. Orta qrupda uşaq artıq ilin axırına qədər köynəyinin düymələrini öz sərbəst bağlamalıdır. İlin axırında o uşaq onu bacarmırsa, demək ki, hələ də o yaxın inkişaf zonasındadır. Böyük qrupa keçsə də yaxın inkişaf zonasında, çünki böyük qrupda da onu bacarmır. Bir növü yaxın inkişaf zonasında köməyə ehtiyacım var, aktual inkişaf zonasında sərbəst onu yerinə yetirəcəm. Yəni, burada da dediyim kimi, mühit mobil və dinamik olmalıdır. Tərbiyəçi müəllim yaxın inkişaf zonasında, yəni uşağın yaşını, fərdi xüsusiyyətini, ehtiyacını, istək qabiliyyətlərini nəzərə almalıdır. Uşağa müxtəlif fəaliyyət növlərində fəal iştirak etməsi üçün hər cür materialı verməlidir ki, uşaq artıq özü bacarsın, öz tələbatını özü, belə deyim, nail olsun. Özü qarşılasın öz tələbatını. Bir də qeyd eləyin siz mənə, bizim neçə güşəmiz var və hansılardır? Sadalayın. Müəllimə, bizim belə bir ki, o güşələrimiz daxili inkişaf etdirici mühitə aiddir. 14 dənə güşəmiz var. Onlarda müəllimə riyaziyyat güşəsidir, kitab güşəsidir, stolüstü oyun güşələrdir, sonra elmi güşələrdir, təsviri fəaliyyət güşələrdir, qum güşələri, su güşələri, oyuncaq tikinti materialları güşələrdir. Sonra sujetli rollu oyun güşələrdir, məişət təsərrüfat güşələrdir, milli güşədir, gəlincik güşəsidir. Müəllimə, orada da 8-9 gəlincik olmalıdır. Bir də nəqliyyat güşəsidir, təbiət güşəsi, bir də əl əmək güşəsi. O da məktəbə hazırlıq qruplarında istifadə edilir müəllimə.
eləmə cüşəsindən. Düzdür. Eləməyi məhkəmə hazırlığa aid. Bir qeyd eləyin müəllimə siz mənə. Deyirəm ki, məsələn, bu hansı prinsipdir ki, direktor işçilərdən pul yığır? Hansı prinsip pozulur burada etik davranış prinsiplərindən? Pul yığır. Hər ay deyir, məsələn 10 manat və ya 50 manat gətirin, verin maaşınızdan. Qanunçuluğu pozuldu o qanun. Bəli, və yaxud da deyə bilər ki, mən sizə yarımaklad müəlliməsiz, mən sizə tamaklad edirəm, gətirin mənə pul verin. Burada da qanunçuluğu pozulur. Bəli, pul istəməyə haqqı yoxdur. Və yaxud da indi digərlərində nümunələr deyəndə müəllimələr tapar. Bir bu sualımı da cavablandırın müəllimə. Bu hansı prinsipdir ki, müəllim uşaqlara, qızlara deyir ki, qızlar, siz məsələn deyir ki, qızlar siz fiziki mədəniyyət məşğələsində elə də iştirak etməyin. Yəni fiziki tərbiyədə indi məktəbə aiddir deyək. Fiziki tərbiyə məşğələsində siz futbolda və yaxud da voleybolda iştirak etməyin. Bir dənə oğlanlar gəlsin. Ayrı seçkili eləyir. Qızla oğlana eləyirsə müəllim o reallıqdır da, oğlan qız. Yox, qərəzsizlik. Qərəzlik, müəllim qərəzlikdə. Bəli, səsləri bağlayın. Heç kim zəhmət olmasa heç kim səsi açmasın. Sadəcə hansı müəllimənin sual cavab edirəmsə, o müəllimə cavab versin. Yəni çünki hər kəsə sual verilir. Uşaq yoluna aiddir. Dini, cinsi, sosial əqidəsindən asılı olmayaraq da, ictimai siyasi ilə belə. Aha. Yaxşı, qeyd eləyin bir də siz mənə. Etik davranış prinsiplərinin məqsədi nə oldu? Etik davranış prinsiplərinin məqsədi müəllimə 7 dənədir. Onlar qanunçuluqdur. Ümumi olaraq yadınızda saxlayın. Etik davranış prinsipləri həm təhsil alanlarla, həm işçilərlə, hər kəslə, valideynlə münasibəti düzgün tənzimləyir. Yəni mən bunların hamısını bilsəm, valideynlə də düzgün ünsiyyətimi qura bilərəm, şagirdlərimlə də düzgün təlimi, ünsiyyətimi qura bilərəm. Öz müəssisəmdə müəllimlərimlə də, digər işçilərlə də düzgün ünsiyyət qura bilərəm. Ona görə də bu etik davranış prinsipləri, etik adı üstündə mənə çox kömək eləyir. Təşəkkür edirəm. Çox sağ olun. Siz sağ olun. Səfaslı Hicran müəllimə. Buyurun müəllimə. Müəllimə, siz də mənə deyin. Məsələn, müəllim yoldaşım mənə gəlib bir sözünü deyir və çox xahiş edir ki, heç kimə demə. Ola bilər ki, nəsə bir səhvlik eləyib, amma xahiş edir də. Mən də gedirəm pedaqoji şurada bunu səsləndirirəm. Müəllimə, o arada olan gizlilik pozulub da. Burada insanların hüquq, azadlıq və qanun maraqlarına, şərəf və ləyaqətinə olan prinsipimiz var, o pozulub. Konfidensiallıq pozulub da müəllimə. Bəli. Burada artıq konfidensiallıq pozulur. Niyə bilirsiniz? Çünki müəllim, daha doğrusu müəllim bunu bacarmalıdır ki, müəllim bir növ o deyirlər, açar kimi olmalıdır da, yəni sadə dildə deyim indi. Nə deyirəmsə qalmalıdır məndə. Mən onu kiməsə deməli deyiləm. Əgər mənə onu sir kimi veriblərsə, onu heç kimə demə deyiblərsə, yəni söhbət burada valideyndən də gedə bilər, valideyn də mənə uşaq haqqında nəsə deyə bilər, direktor da deyə bilər, müəllim yoldaşım da deyə bilər. Yəni sirdirsə sir olaraq qalmalıdır. Bəli, müəllimə, elə problemlər ola bilər ki, ailədə də olar o problem. Uşağın özündə də problem ola bilər. Valideyn xahiş eləyə bilər ki, uşağımın belə bir ya qusurumu var, ya zəif cəhəti nəyisə var da, problem var uşaqda. Onu gizli saxlamağa indi valideyn də xahiş eləyə bilər ki, gizli qalsın, istəmir ki, üzə çıxsın, hallansın. Yəni o gizlilik qorunmalıdır. Müəllimə sirr açılıbsa, o saxlanmalıdır. Bəli, yəni bir növ, əgər mən bunu deyirəmsə, konfidensiallığı pozuram. Konfidensiallıq gizlilik deməkdir. Mən bu pedaqoji şurada hallandırıramsa, ola bilər sən bundan çıxar deyərəm, yenə də konfidensiallıq pozulur. Mənə demə deyilibsə, deməli deyiləm. Nə zaman deyə bilərəm? Baxın, bunu unutmadan sizə deyim. Əgər orada nəsə bir qanunsuzluq varsa, nəsə orada bir, ola bilər, indi qanunsuz bir şey olar, direktor gəlib məndən xahiş eləyər və yaxud da müəllim yoldaşımda qanunsuz bir fəaliyyət yerinə yetirir, məndən xahiş eləyir, xeyr, mən bunu gizlətməli deyiləm. Çünki adı üstündə qanunsuzluq varsa burada, yəni qanunçuluq prinsipi pozulursa, bu əlbəttə ki, gizlənilməsi bir məqam deyil. Belə, bir də bu sualımı cavablandırın müəllimə.
məsələn mən deməyim də hər yerdə də özümü nümunə gətirirəm ki, daha belə aydın olsun sizə. Məsələn bir Hə, müəllim doğru. görürsüz ki, valideyn də toydadır, müəllimə də toydadır. Müəllimə başlayır gülməyə, elə xoşa gəlməz zarafatlar eləyir yanındakı padruqası, rəfiqəsi ilə. Qıraqdan da valideyn ona baxır belə. Sizcə burada müəllimə hansı prinsipi pozur? İctimai etimaddır müəllimə, yoxsa mədəni davranış? Baxın, əgər burada İctimai, məsələn, o cəmiyyətdədir də, o... Hə? Əgər düzəliş etməyə başlayırsa, yəni özünə o deyirlər, çəki düzən verməyə başlayırsa, yəni artıq özünü Bəli, o ictimai etimaddır. başlayırsa, ictimai etimadın bərpasına çalışır. Bəli. Yox, etmirsə, həm burada ictimai etimadı pozur, həm də mədəni davranış. Yəni sırf Bəli. özünü artıq yığışdırmağa çalışırsa, burada artıq ictimai etimadın bərpasına çalışır ki, kiminsə gözündə özümü salmayayım aşağı. Gözdən salmayayım. Düzdür. Sonra bir də qeyd eləyin siz mənə. Bəs bu hansına aiddir? Deyirəm ki, müəllim, məsələn, ibtidai sinif müəlliməsidir, dərs keçir uşaqlara. Amma öz sinifində olan uşaq başqa müəllimin yanına hazırlığa gedir. Və ona görə onun uşağın qiymətini kəsir. Deyir ki, niyə mənim yanıma gəlmirsən? Demir uşağa, kəsir deyirsən, zəifsən. Güclü olduğu halda uşağa deyir ki, sən zəifsən riyaziyyatdan. Qərəzsizlikdir də müəllimə, uşağa qərəzli yanaşır o. Ən çox yayılan problemlərdən. Ayrı seçkilik eləyir, bəli müəllimə. Olan bir şeydir, elə məktəbdə də, müəssisələrdə bəzi hallara rast gəlinir. Eynən. Bəs bu hansıdır? Deyirəm ki, məsələn, müəllim uşaqlardan yox, buradan sual verməyim. Digər mövzudan sual verim. Hərənizə bir neçə sual düşür. Deyin siz mənə, inkişaf etdirici, dəstəkləyici mühitin komponentləri vardır. O 3 dənə komponenti deyin, bir dənə də o 3 dənə komponentin izahını verin, kifayətdir. Sadəcə üçünü. Buyurun. Müəllimə, inkişaf etdirici mühitin 3 komponenti var. Fiziki mühit, zaman mühiti, bir də sosial mühitidir. Fiziki mühit ondan ibarətdir ki, məsələn, otaqda olan mebellərin quruluşudur, əşyaların yerləşdirilməsidir, ümumi dizayndır, fəaliyyət mərkəzlərinin qurulmasıdır, materiallar daxildir. Bir də ki, təhlükəsizlik fiziki mühitə aiddir müəllimə, təhlükəsizlik qaydaları. Sonra zaman mühitidir. Zaman mühiti nədir? Zaman mühiti gün rejiminin təşkil edilməsidir, bura aiddir. Sonra gün ərzində fəaliyyətlərin, göstərilən fəaliyyətlərin onlara, o fəaliyyətə ayrılan zaman ardıcıllığıdır. Adaptasiya müddəti buraya aiddir, sosial mühitə. Bir də uşaqların hər hansı bir fəaliyyətin tədqiqat zamanı aparılan fəaliyyətin, onun mənimsənilməsi, inkişafın izlənilməsi də zaman mühitinə aiddir. Bir də gəlir sosial mühit. Sosial mühit sosial-emosional inkişaf sahəsinə aid. Elə adından məlumdur ki, burada uşaqların yaşıdlarından, tərbiyəçidir, müəlliminlə, psixoloqla və yaxud da ki, qrupda olan başqa böyüklərlə ünsiyyət quraraq sosiallaşması, qrupda əməkdaşlıq formasında uşaqların sosial davranış qaydalarının qiymətləndirilməsidir. Bir də bir ki, müəllimə, burada oğlanların və qızların hüquqlarının müdafiə olunmasıdır. Fiziki zorakılığın qəbul edilməzliyidir. Sosial mühitə aiddir. Yəni ki, burada sosial mühitdə elə ola bilər ki, indi oğlanla qızlara bəzi vaxtlar deyirlər, o rəng seçimi də bizdə bir qayda alıb. Mavi rəng hökmən oğlanlara aid olmalıdır, çəhrayı rəng qızlara aid olmalıdır. Yəni, mən bu yanaşmaya heç belə düzgün yanaşmıram. Yəni, onların, elə oğlan uşağı var ki, gəlincə meyillikdə, gəlinciklə oynamaq istəyir. Elə qız uşağı var, maşına meyillidir, maşınla oynayır. Yəni, onların hüquqlarının təmin edilməsidir. Düzdür. Bir də bunu deyim müəllimə son olaraq, xarici, məsələn, deyirəm ki, uşaq ətrafda quşlara baxır, quşları seyr edir. Burada xarici inkişaf etdirici mühit yoxsa daxili? Xarici inkişaf etdirici mühit müəllimə, xaricdədir, o daxildə biz tərtib eləmək imkanı çətin olanlar xarici inkişaf mühitinə aiddir. Məsələn, ətrafda gördüyümüz ağaçlardır, müşahidə zamanı gördüyümüz bitkilərdir, qum, daş, gil, torpaq, bunlar hamısı xarici inkişaf mühitinə aiddir. Həm xarici, həm daxili inkişaf etdirici mühit uşağın
inkişafının hər tərəfli formalaşmasına səbəb olur müəllimə. Düzdür. Əla. Təşəkkür edirəm müəllimə. Çox sağ olun, minnətdaram. Sağ olun. İndi imtahanlarla bağlı yenə də deyirəm, şəxsiyə yazan müəllimələr, məlumat gəlsə, sizə məlumat verəcəm. Hal-hazırda 25-nə 26-sına kimi məktəb müəllimlərinin sertifikasiyasıdır. Ondan sonra onların MİQ-i başlayacaq. Sonra da sizin imtahanlarla bağlı çox güman ki, %90% məlumat veriləcək. Yəni bir ay sonra, ola bilər ki, maksimum bir ay öncədən məlumat versinlər. Bəlkə də daha da tez verə bilərlər. Yəni arada bir ay fərq olacaqdır, çünki əvvəlcədən deyilib. Ona görə də yaxşı öyrənin, testləri də çox edin, atdığım quizləri də işləyin, bilmədiklərinizi də qrupa atın, izah edəcəm. Olmasa elə dərsdə izah edəcəm. Belə. Səsi açsın Qızılgül müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Qızılgül müəllimə, siz mənə deyin, ilk olaraq inkişaf edici təhsil mühitinin funksiyaları hansılardır? İnkişaf ettirici funksiyaları müəllimə fəallığın stimullaşdırılması, funksiya, informasiya funksiyası, təşkilati funksiya, tərbiyəvi funksiya, inkişaf funksiyası, bir də psixoloji sağlamlığın qorunması funksiyasıdır. 6 funksiyamız var. Bəli, 6 funksiyamız var. Düzdür. İndi siz mənə deyin görək. Burada deyirəm ki, tərbiyəvi funksiya nədir? Uşağa nə verir? Tərbiyəvi funksiya məlumatları dəqiq olur müəllimə. Əməkdaşlıq, qayğıkeş münasibət yaranmasıdır tərbiyəvi funksiya. Yaxşı müəllimə, bəs qeyd eləyin bir də siz mənə. Bəli. Bəs əşyavi funksiya nədir? Əşyavi funksiya əşyalar daxildir. Əşyavi funksiyaya müəssisə daxili əşyalar əşyavi funksiyaya göz görən əşyaları uşaq hansı ki görən əşyaları bunlar əşyavi funksiyaya daxildir. Qrup daxili, müəssisə daxili olan bütün əşyalar. Bəs qeyd eləyin siz mənə, deyirəm ki, müəllimələr göndərdiyim bir də qeyd edeyim, bütün mövzuları yaxşı-yaxşı öyrənin. O işləyəcəyiniz sınavda hamısı görəcəksiniz ki, elə bizim mövzularımızdır. İnanın mənə, bircə ay bir müəllimə hazırlaşdı, getdi 57 bal topladı. Bircə ay hazırlaşdı. Yəni, cəmi bircə ay. Amma hazırlaşmaq da müəllimə can qoydu. Həqiqətən də sadəcə bir aya sıfırdan heç bir təlimçiyə də qoşulmamışdı. Özü də qeyd eləmişdi, hansı ki paylaşmışdım. Yəni heç kimə hazırlaşmadan bircə ay hazırlaşdı, getdi imtahanda da qəşəng yazdı. Məntiqlə dərk elədi, getdi yazdı 57 bal. Hansı ki həmin o sınağı da getdi diaqnostika imtahanında da yüksək, daha doğrusu imtahanın özündə də sırf hansı ki o suallar paylaşılmayıb heç yerdə. Orada da yüksək bal topladı. Yəni sizdən yəni görürsünüz, bütün orada sizə dediyim o testlərin hər birini mən sizə keçmişəm. Hamısını sizə açar sözlərində yazmışam. Ayrıca yazmışam ki, rahatlıqla siz onları öyrənib tətbiq edə bilərsiniz. Ona görə də orada nə var öyrənin də. Yəni ondan o yana açar sözlər yoxdur. Hamısı da rahatlıqla tapılası variantlardır. İndi getdikcə də o testi bitirəndən sonra keçəcəyik başqa sınağa. Sonra başqa sınağa çoxlu sınaqlar, testlər işləyərək test işləmə taktikalarınızı möhkəmləndirəcəm. Və siz inanın elə müəllimə var ki, zəif bilir. Güclü bilmir. Amma o taktikalardan istifadə edir. Güclü bilən müəllimdən də daha da güclü yazır. Zəif müəllimədir. Amma çox yaxşı izah edirsiniz. Siz sağ olun. Yəni əsas taktikadır. Yəni ən əsası taktikadır. Yenə də deyirəm. Elə müəllimə olur ki, çox savadlıdır, amma gedir səhv edir, o testlərin işləmə qaydasını bilmir. Elə müəllimə də var ki, zəifdir. Biraz məntiqi var, bir də gedir o taktikalardan istifadə edir. İnanın mən o qədər rastlaşmışam ki, elə müəllimələrlə. Test işləmə bacarığı müəllimə, məndə də elədir. Məndə də elə Dahidə müəllimə. Sual-cavabda yaxşı olmuram, birdən görürsüz də, ancaq test dəhşət işləyirəm, yaxşı işləyirəm.
Əla. Baxın, yəni bu sizin üçün müsbətdir. Mən sual cavabı sizə ona görə eləyirəm ki, ona görə sizi danışdırıram ki, siz həm də müsahibəyə də hazırlaşırsınız. Bir növü həm test, həm müsahibə ikisi bir yerdə sizə rahat olacaq. Elə müəllimə var ki, danışmır, getdi məsələn mənə qoşulmuşdu. Nə qədər edirdi, müəllimə dedi ki, yox müəllimə, mən dinləməklə öyrənirəm. İnanın mənə, getdi yaxşı bal topladı ha birinci mərhələdən. Amma ona deyirdim ki, sual-cavaba qoşulun. Getdi 54 bal topladı miqdən. Amma müsahibə imtahanından da kəsildi. Yəni niyə? Çünki o danışa bilməyib qarşı tərəfə. Bildiyi özündə qalıb, testi qəşəng yazır. Bilir dərsi, mövzunu da bilir. Amma qarşı tərəfi ötürə bilmir. Danışa bilmir. Danışma, nitq də olmalıdır sizdə. Ona görə nitqinizi inkişaf etdirin. İşdə də sizin üçün müsbətdir. Bir komissiyaya gələndə, bir tədbirlərdə çox rahat deyil sizin üçün. Yəni nitqinizin inkişaf etməsi üçün danışmağınız önəmlidir. Ona görə hər dərs ən azı hər birinizə 3-4 sual vermək istəyirəm. Çalışın ki, qoşulun. Dərsi də yenə də deyirəm, oxuyun özlüyünüzdə. Məsələn, tam dərk eləyəndən sonra gedin bir səssiz otağa, ucadan o dərsi ucadan danışın. Baxa. O terminlər dilinizdə yatsın. Görün, inanın ki, müsahibədə ikinci mərhələdə siz əziyyət çəkməyəcəksiniz. İkinci mərhələ sizə çox rahat gələcək. Mütləq öz-özünüzə də olsa, dərsdə danışmağa utansanız belə, öz-özünüzə də olsa danışın ki, Ayda müəllimə, olar bir sual verim sizə? Müsahibədə də məsəl üçün ancaq sırf bu mövzular üzərində olacaq, yoxsa hardasa bir fərqli suallar bizə çaşdırıcı nəsə bir sual verilə bilər? Məsələn, belə deyim, sizə belə bir sual verim. Müsahibə bilirsiniz nədir? Əslində bütün bu keçdiklərimiz elə müsahibədə düşən suallardır. Sadəcə müsahibədə ümumi düşür. Deyə bilər ki, uşaq bağçaya gəlmək istəmir. Deyir ki, uşaq bağçaya gəlmək istəmir. Ağlayır, gəlmək istəmir də. Siz neyniyərsiniz? Neyinirsiniz? Avtomatik yadınıza salın uşaq önümlü təhsili. Keçəcək sizinlə onda. Biz hələ 2 aydır sizinlə təlimə başlamışıq da, ödənişli təlimə. Yadınıza salın uşaq önümlü təlimi. Uşaq önümlü təlimdə neynirdim? Uşağın marağı, meyli, uşaq önümlülük didaktik prinsipini deyin qarşı tərəfə. Həm onu danışın, həm də öz əlavələrinizi edin. Uşağı adaptasiya edərəm. Adaptasiya etməsi üçün evindən müəyyən bir oyuncaq gətirər. Uşağa diferensial yanaşaram, fərdi yanaşaram. Neynədim? Bu sualımın cavabı hazır. İndi mən geniş danışmıram da, vaxtımız yoxdur. Və yaxud da sizə fiziki məhdudiyyətli uşaq haqqında bir sual verərlər. İnklüziv təhsili yadınıza salarsınız. Onu da keçəcəyik. Və yaxud da sizə deyə bilər ki, məsələn, nümunə olaraq valideynin sizdən xoşu gəlmir. Niyə? Deyəcəksiniz ki, yəqin mənim kommunikativ bacarığım düzgün inkişaf etməyib. Keçəcəyik onu da. Burada artıq neynəyəcəksiniz? Əməkdaşlıq bacarıqlarından danışacaqsınız. Düzgün əməkdaşlıq qurmağı biz valideynlərlə işin təşkilində öyrənəcəyik. Yəni bir növ nə sual versə, inanın mənə hamısını biz keçmiş olacağıq. Sadəcə sizin yaradıcılığınızdan asılıdır ki, siz onu xatırlayıb cavab verə biləsiniz. Yəni siz onu belə lori dildə qarşı tərəfə ötürsəz, içində biraz elmi terminlər olmasa, sadə dildə desəz maraqlı gəlməyəcək. Həm biraz sadə dildə danışın, həm də elmi terminlər salın ortaya. Görəcək ki, həm özünüzü ifadə eləmə bacarığınız var, həm də siz bilirsiniz onu. Siz artıq bütün taktikaları bilirsiniz. Bütün iş formalarını valideynlərlə çalışmaq üçün iş formalarını, iş üsullarını, metodları, hər şeyi bilirsiniz. Həm özünüzü savadlı göstərəcəksiniz, həm də praktikalı göstərəcəksiniz. Yəni ancaq oxuduqlarımızdadır. Bütün cavablar. Tək-tük sual ola bilər ki, dünya görüşdən verə bilərlər, heç onu da verməyiblər vaxta qədər, məktəbə qədərlərə. Onlar da çox rahatdır. Belə. Yəni müsahibədə yenə də deyirəm, mənlə hazırlaşan müəllimələrin inanın müsahibəyə ehtiyacı olmayıb. Çünki danışdıqlarını gedib qarşı tərəfə danışıblar sadə formada. Davam edək. Təşəkkür edirəm mənim. Siz sağ olun. Hansı müəllimədə qalmışdıqsa, səs açdım. Qızılgül müəllimə, bir də bu sualımı cavablandırın, zəhmət olmasa. İndi güşələri də geniş versiyada keçəcəm sizə, güşələri də göndərəcəm, onu da dərindən öyrənəcəksiniz növbəti mövzuda. Deyirəm ki, məsələn, dəstəkləyici mühitin uğurlu qurulması üçün müəllimə nə eləməlidir? Nələrə diqqət yetirməlidir? Dəstəkləyici mühit üçün yeni bacarıqlar üçün dəstək olmalıdır. Bütün fəaliyyət zamanı dəstəkləmək yetərincə çevik olmalı, özünə inamlı hiss etməlidir. Yox, müəllimə, siz necə deyirsiniz? Müəllim yetərincə çevik olmalıdır, çətinliklərdən qorxmamalıdır. Əməkdaşlıqlardan.
Oğul çətinliklərdən qorxmamalıdır. Təklif, özünə inamlı hiss etməlidir. Komandada işləmək, yetərincə çeviklik. Yox, siz öyrənməmisiniz onu. O hissəni baxıram ki, oxumamısınız. Çünki niyə? O sırf bir qaydadır və imtahana da o düşüb. Müəllim yetərincə çevik olmalıdır, çətinliklərdən qorxmamalıdır, müxtəlif yanaşmalardan istifadə etməlidir. Yəni, hər bir yanaşmaya əl atmalıdır işində, yenilikçi olmalıdır. Fərdi müxtəlifliyə hörmət etməlidir. Hər kəs fərdidir də, fərdidir. Yəni, bir uşağın xüsusiyyəti fərqlidir, digəri fərqlidir, digərinin məsələn mədəniyyəti fərqlidir. Hamına hörmətlə yanaşmalıyıq, biz tolerant olmalıyıq da, yəni. Özünə inamlı hiss Kollektiv əməkdaşlıq etməlidir. Bəli, özünə qrupda inamlı hiss etməlidir. Özgüvəni yəni olmalıdır da. Kollektivlə əməkdaşlıq etməyə bacarmalıdır. Onları dinləməlidir. Təkliflərini qəbul etməyə hazır olmalıdır. Digər müəllimlərlə bir komandada işləməyə hazır olmalıdır. Yəni, hər bir müəllimlə komandada işləməyə hazır olmalıdır. Yenilikçi, sosial olmalıdır yəni. Bunların hər biri dəstəkləyici mühitin uğurlu qurulması üçün vacib olanlardır. Bir müəllimə bunları bacarmalıdır. Yəni, bunları tərsinəsi sizə düşsə, bilin ki, o səhvdir. Ona görə də o hissəni diqqətli öyrənin. İndi siz mənə deyin görək. Etik davranış prinsiplərimizdən bu hansına aiddir ki, məsələn, uşaqlardan müəllimdir, sinifdə uşaqlara dərs deyir. Həmin anda, belə deyim, musiqidən söhbət düşür. Uşağı deyir ki, mən musiqiyə gedirəm və ya fərdi əlavə bir söhbətdir. Deyir, musiqiyə gedirəm. Müəllim də deyir ki, neyirsən, musiqiyə gedir. Nəyə lazımdır? Musiqidə çörək yoxdur. Git ondansa başqa ixtisasları öyrən. Lazımsız bir şeydir. Deyil, telefon var da, get telefondan öyrən istədiyin musiqini. Yəni, biraz marağın getsə kifayət edir. Yəni, bir növü musiqi haqqında mənfi ifadələr, mənfi fikirlər irəli sürərək uşağı soyudursa, burada etik davranış prinsiplərindən hansını pozmuş olur? Məncə müəllimə bu ictimai etimaddır. Burada artıq xeyr. Loyallıq. Müəllim öz işindən başqa işlərə bir növ lori dildə desə baş soxmamalıdır da. Yəni, müəllim öz işini bilməlidir. Müəllim başqa bir məhsəni, başqa bir fənni, başqa bir fəaliyyətləri pisləməməlidir. Öz işinə, nüfusuna xələl gətirəcək. Uşaq üçün mənfi olan bir, belə deyim, mənfiləri pisləyə bilər də. Amma uşaq üçün o mənfi deyil axı. Yəni, uşaq ola bilər ki, estetik zövqü var, musiqiyə getmək istəyir. Niyə musiqidən onu soyudur? Burada loyallığı pozur. Bir də qeyd eləyin siz mənə son olaraq, hansı prinsipdir ki, burada deyirəm sizə, müəllim qanunu ön planda saxlayaraq ona uyğun fəaliyyət göstərir sinifində. Qanunçuluqdur müəllim. Bəli, qanunçuluq. Qanun etməlidir, tələblərini yerinə yetirməlidir. Düzdür, təşəkkür ederim. Səsi açın, sağ olun. Sevda müəllimə. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir. Müəllimə, siz də etik davranış prinsiplərini sadalayın, zəhmət olmasa. Bəli. Qanunun aliliyidir, qanunçuluq, vicdanlılıqdır, peşəkar və fərdi məsuliyyətdir, loyallıqdır, mədəni davranışdır, qərəzsizlikdir, ictimai etimaddır, bir də konfidensiallıq. Gizlilik, məxfilik. Düzdür. Yaxşı, bir də qeyd eləyin siz mənə. Bu hansıdır ki, müəllim elə belə sosial şəbəkədə gördüyü məlumatı valideynlər qrupuna atır. Deyir, sabah dərs olmayacaq. Amma sabah dərs olur. O zaman müəllim nəyə pozur? İctimai etimad müəllim. Niyə? Məsələn, onu da izah edin. Çünki elə bir kütləvi informasiya vasitələrinə yanlış deyir də, yanlış məlumatlandırır. Yanlış informasiya verir. Bəli. Burada artıq müəllim informasiyasını dəqiqləşdirməlidir. Qarşı tərəfə düzgün informasiya ötürməlidir. Düzdür. Bəs bunu da deyin siz mənə.
deyə bilərəm sizə. Məsələn, getmişəm müəllimin qrupuna, bir dənə müəllim də onun qrupuna getmişəm və orada mənim tutaq ki, xoşum gəlməyən bir valideynin uşağı təhsil aldı. Gedib müəlliməyə deyirəm ki, onun qiymətini kəs də, onun nə bilim, anasından xoşum gəlmir. Uşaqlıqdan düşmən olmuşuq biz onlarla. Uşağını sinifdə saxla və mənə baxıb müəllim bunu yerinə yetirir. Sizcə burada müəllim nəyi pozur? Qərəzsizlik prinsipidir müəllimə. Niyə? Öz peşə vəzifəsindən elə bir kənar məsələlərə müdaxilə etməkdir, dinindən, Yox, irqindən. öz kənar məsələlərə müdaxilə etmək yox. Kənar Yəni şəxsləri həm də fərq qoyur müəllimə. Fərq qoymaqdır. Yəni tutaq ki, elə bir öz qohumu varsa, onu fərqləndirir, bir başqa uşaqlara yad münasibət bəsləmək. Yəni bu qərəzsizlik prinsipinin pozulmasıdır. Baxın, Məsəl üçün belə bir cümlə var burada. Bəli. Demişəm sizə ki, bir müəllim kənar şəxslərin işinə müdaxiləsinə icazə verməməlidir. Yəni öz işinə müdaxilə şəxslərin etməməlidir. müdaxilə etməsinə icazə verməməlidir. Onların təsiri altında qərar qəbul etməməlidir. Bir bu sualımı da cavablandırın, müəllimə zəhmət olmasa. Deyirəm ki, məsələn, müəllimə dərsə gecikib. 5 dəqiqə, 10 dəqiqə. Direktor müəllimə deyir ki, dərsə gecikmək olmaz müəllimə. Yəni hal-hazırda belə deyim, uşaqların fəaliyyəti gecikir. Müəllimə də bu müəllimin sözlərinə əhəmiyyət vermir. Başlayır deyir, mən özüm bilərəm. Cəmi 5 dəqiqə gecikmişəm. Başlayır kobud-kobud danışmağa. Sizcə burada nə pozulur? Mədəni davranış prinsipi. Yəni iradları qəbul etməlidir və ona əməl etməlidir. Bəli, baxın, iradları qəbul etməlidir. Burada söhbət burada olan direktorla olan iradlardan söhbət getmir. Digərdən də kənar yerdən də bir bildiriləndə ki, sən bunu səhv eləmisən, həmin anda kobudlaşmaq lazım deyil. Yəni bir analiz elə də, bəlkə sənin görmədiyini, öz üzərində görmədiyini, bəlkə qıraqdan kimsə görür. O dəqiqə demək lazım deyil ki, güya sən yaxşısan. Güya sənin dərsin yaxşıdır, mənim dərsim pisdir. Yəni o dəqiqə o formada kobudlaşmaq lazım deyil. Yenə də səbirli olmalıdır, öz mədəniyyətini qorumalıdır, danışığına fikir verməlidir. Burada artıq mədəni davranışını qorumuş olur. Bir də deyin siz mənə, tərbiyəvi funksiya nədir? Tərbiyəvi funksiya müəllimə əməkdaşlıq deməkdir də. Yəni tərbiyəçi müəllimin əməkdaşlığıdır. Burada elə bilginən ki, qayğıkeş münasibətdən gedir söhbət. Əməkdaşlıq əlaqələri. Bəs yaxşı, qeyd eləyin siz mənə. Bəs deyirəm ki, müəllim sinifdə, daha doğrusu ümumiyyətlə sinifin tərtibatı düzgün qurulmayıb. Şkaflar olsun, güşələr olsun, düzgün qurulmayıb, avadanlıqlar düzgün qurulmayıb. Burada hansı komponent pozulur? Daxili inkişaf etdirici mühitdir burada. Çünki avadanlıqlardır, mebeldir, elə bir otağın içərisinə aiddir. Bağçanın ətrafı isə xarici inkişaf etdirici mühitdir. Yaxşı müəllimə, bəs deyin siz mənə son olaraq dəstəkləyici mühitin uğurlu qurulması üçün müəllimə nələri bacarmalıdır dedik? Müəllimə bacarmalıdır, yetərincə çeviklik olmalıdır, çətinliklərdən qorxmamalıdır, fərdi müxtəlifliyə hörmət etməlidir, digər müəllimlərlə bir komandada işləməyi bacarmalıdır. Sonra özünü elə bir qrupda inamlı aparmalıdır. Düzdür. Təşəkkür edirəm müəllimə. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Siz sağ olun. Səsi açsın Aləmzar müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Aləmzar müəllimə, siz də mənə qeyd eləyin. Bir müəllim valideyn iclası keçirir və valideyn iclasında valideyn müəlliməyə deyir ki, müəllimə, siz uşaqları çox yüklüyürsünüz. Çox tapşırıq verirsiniz evdə. Biz onları çatdıra bilmirik, öyrədə bilmirik. Müəllim də qeyd edir ki, valideynə, bu mənim işimdir, mənim işimə qarışmayın. Nə verirəmsə onu öyrədin uşaqlara. Bu mədəni davranışa aiddir. Niyə? Məsələn, onu deyin siz mənə. Burada mədəniyyətdən nəyi pozuldu müəllimə? Onu izah edin. Valideynlə münasibəti ən əvvəl özünün peşəkarlıq səviyyəsini aşağı salır, valideynə manipulyasiya eləyə bilmir.
Yəni burada artıq neynədir? Bir növ tənqidi fikirləri qəbul etmədi müəllim. Qəbul etmədi, bəli. Tənqidi fikirləri qəbul etməlidir. Nəticə çıxartmalıdır. Həmin anda o qərar verməklə həm kobudlaşır, həm də tənqidi fikirləri qəbul etməmiş olur. Yaxşı, bəs bunu deyin siz mənə. Müəllim, məsələn, müəllim haqqında bir şayə yayılır, bir dənə video yayılıb ki, güya valideynlərdən rüşvət alır və ya məsələn başqa bir, ola bilər bir kağız alan yerdə, bir sənəd alan yerdə videosu çəkilir, yayılır ki, rüşvət alır və müəllim buna susur. Heç nə bir cavab vermir. Sizcə burada müəllim nəyi pozur? Bu ictimai etimadı pozur. Peşə nüfuzunu elə bil ki, möhkəmləndirilməsinə səy göstərmir. Bəli, burada artıq müəllim ictimai etimadın bərpası üçün çalışır. Öz nüfuzunun bərpası üçün, bəli, möhkəmləndirilməsi üçün səy göstərmir. Bəli, düzdür. Əla. Bir də qeyd eləyin müəllimə siz mənə, daxili inkişaf etdirici mühit nədir, xarici inkişaf etdirici mühit nədir? Daxili inkişaf etdirici mühit qrup otağındakı vəsaitlərdir. Xarici mühit isə təbiətdəki olan vasitələrdir. Müəllimə, deyirəm ki, güşələr müəllimin əli çatan yerdə olmalıdır. Düzdür? Uşağın əli çatan yerdə olmalıdır güşələr. Bəs güşələr bir yerdə qurulmalıdır, yoxsa ayrı? Güşələr əgər şərait varsa, ayrı-ayrı yerlərdə qurulmalıdır. Yox, əgər yer məhdudiyyəti varsa, çarə yoxdur, bir yerdə qurulur. Əslində bir yerdə qurulmalı deyil, xeyr. Yəni qəti bir yerdə qurulmalı. Məsələn, bizim otaqda tutaq ki, yataq da birdir, məşğələ də birdir, oyun da birdir, güşələr də birdir. O bizim şəraitimizdə olur. Elə deyil. Necə müəllim? Baxın, sizə şəffaf verilməyib. Bir dənə Bilirəm, müəllimə. Yəni ki, o təbiət güşəsi üçün ola bilər ki, daha bir məsələn canlı güşə qurmaq o mümkün deyil. Tutaq da o şkaflarda ayrı-ayrı hər balaca yerdə qurmuşuq bir yerdə də belə. Bəli, yəni ən əsası uşaq yəni gələndə bilsin ki, bu təsviri fəaliyyəti, mən təsviri fəaliyyəti nəql etmişəm, bir yerə qarışdıranda artıq bu qarışır da, yəni gərək uşaq onları axtarsın, araşdırsın ki, içərisindən istədiyini tapsın. Ayrı-ayrı şkafın gözlərində qurulmalıdır ki, uşaq istədiyi vaxtda istədiyi fəaliyyətlə məşğul ola bilsin. Təşəkkür edirəm. Buyurun müəllim. Sağ olun, səsi açsın Ruhiyyə müəllimə. Buyurun müəllimə. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, siz də qeyd eləyin mənimlə. Müəllim, belə deyim, məhsə haqqında nəsə bir şayə yayılıb. Müəllim haqqında, müəllimlər haqqında. Media subyektləri gəlir, hansı ki, məsələn, Xəzər xəbəri ola bilər. Xəbər saytlarından da media subyektləri deyilir. Gəlir, müəllimlər çıxır, müsahibə vermirlər. Sizcə burada hansını pozur? Ad, yəni şayə çıxıb, adları adlanır ki, rüşvət götürən bağçadır və yaxud və başqa bir məsələlər. Müəllimə, reallıq deyil ki. Niyə reallıq? İctimai etimadın bərpasına çalışır da, özlərini doğru tutmurlar. Çıxıb müsahibə vermirlər ki, vəziyyət elə deyil, belədir. Bəli, bəli. Aha. Bir də qeyd eləyin onda siz mənə. Bəs bu hansıdır? Deyə bilər, hə? Məsələn, güşələr necə qurulmalıdır? Güşələr uşaqların əli çatan yerdə olmalıdır. Yəni ki, daxili inkişaf etdirici mühitə aiddir. Ondan sonra həm tərbiyəçi müəllim, həm valideyn, həm uşaqlar tərəfindən hazırlanmalıdır. Ayrı-ayrı sayın müəllimə güşələri. Yəni ki, fəaliyyət mərkəzləri ilə yaradılmalıdır ki, uşaqlar kiçik qruplarda bir-biri ilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini seçə bilsinlər. Yəni uşaqların birgə oynamaq vasitəsi, əməkdaşlıq etməyi kimi öyrənilsin. Yəni uşaqların əl çatan yerdə olmalıdır. Güşələri müəllim də qura bilər, daha doğrusu valideyn də qura bilər, güşələrin qurulmasına köməklik edə bilər. Bəli, valideyn də köməklik eləməlidir. Bəli, müəllim, valideyn, uşaq arasında. Bəli, uşaq arasında olmalıdır. Bir də siz mənə məlumat verin dəstəkləyici mühit haqqında. Dəstəkləyici mühit, yəni ki, yetərincə çevik olmalıdır, müəllimə çətinlikdən qorxmamalıdır.
Sonra fərdi müxtəlifliyə hörmət eləməlidir, özünü qrupda inamlı hiss etdirməlidir. Sonra kollektivlə əməkdaşlıq etməlidir, birgə səy göstərməlidir. Sonra yəni digər müəllimlərə bir komandada işləməyə hazır olmalıdır. Digər müəllimlərlə bir komandada işləməyə hazır olmalı, rəhbərində çevik olmalıdır. Düzdür. Bir də bu sualımı cavablandırın müəllimə. Müəllim görür ki, saat 6-dır, müəllimin iş saatı bitib. Amma uşağı gəlib valideyn götürmür. Ətrafa baxır, görür bir dənə gözətçidir, bir də uşaq. Yenə də gözləyir ki, qız uşağıdır və ya oğlan uşağıdır, fərq Bu eləmir. müəllimə vicdanlı müəllimədir də, yəni heç kimə etibar eləmir. Bəli, yəni etibar edir. Bir də işi deyil, amma oturub gözləyir. Bəli, işi deyir, amma oturub gözləyir. O qədər biz özümüz eləcə gözləmişik ki. Bəli, yəni eynən bizdə də var. Gözləyir ki, uşağı valideynin özünə verək, ondan sonra gedək. Ürəyi rahat olsun gərək insanın ki. Bəli, bəli. Adam yəni ki, qorxur. Yəni əslində baxanda, yəni ondan sonra hansı hal baş versə də müəllimin bir günahı yox deyə. Sadəcə yenə də müəllim öz vicdanına sığışdırmır da. İş vaxtımız qutarsa da gözləyirik ki, valideyn gəlsin, o verək, sonra gedək. Bəli. Bəs yaxşı. Deyin bir də siz mənə, bəs bu hansı prinsipdir? Burada hansı prinsip pozulur ki, müəllim valideynin hüquqlarına hörmət etmir. Onun hüquqlarını nəzərə almır. Müəllim İnsana qanun aliliyi görməlim o. Yox. İnsana hörmət prinsipi. Şərəf, uşağın eyni zamanda şərəf, ləyaqəti, insana hörmət prinsipi. Sonuncusu. Peşəkarlıq və fərdi məsuliyyət. Yox, insana hörmət prinsipi var. Uşağın, valideynin, yəni hər kəsin hüquqlarına hörmət etmək. Bəli. Yeni yaranan konfidensiallıq da onun tərkibində gedir, deyil? Təşəkkür edirəm. Çox sağ olun müəllim. Sağ olun. Səs açsın. Amin. İbrahimli. Reyhan müəllimə. Axşamınız xeyir müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Reyhan müəllimə, siz də mənə zəhmət olmasa inkişaf etdirici mühiti funksiyaları haqqında məlumat verin. Bir də zəhmət olmasa səssiz bir məkana keçin. Səsiniz xışıltı var səsinizdə. Təsiz edəyim, elə. Aha, yaxşı onda. Müəllim, inkişaf edici funksiyaları, informasiya funksiyası var, təşkilati funksiyası var, tərbiyəvi funksiyası var, bir də inkişaf edici funksiyaları var. 6 funksiyası var da müəllim. Tərbiyəvi funksiya və əşrəvi funksiya haqqında məlumat verin. Tərbiyəvi funksiya müəllimə, orada əməkdaşlıq olur, müsbət münasibətlər olur, qarşı münasibət yaradılır. Bir də hansı müəllim? Müəllimə, bir də hansı? Əşrəvi. Əşrəvi. Əşrəvi mühit müəllimə, daxili inkişaf edici kompetent içində olur. Bu da əşyalar olur da müəllimə, əşya mühitinin əşyalar şey vermirəm müəllimə. Başqasını vermirəm, o yadımdan çıxdı müəllimə əşya mühit. Başqasını vermirəm. Hə? Əşrəvi funksiyanı deyirsiniz. Yəni burada artıq bütün belə deyim də, yəni əşrəvi deyəndə ümumi bir əşrəvi əslində elə hər birinə daxildir. Ayrıca bir funksiya sayılmır. Başa düşdüm müəllim, başa düşdüm. Yəni bütün o funksiyaların tərkibində əşya olmalıdır. Fəaliyyətdən nə istifadə olunursa, bunlar əşya mühitə aiddir. Bəli, düzdür. Bir də müəllimə deyin siz mənə daxili və xarici inkişaf etdirici mühit haqqında. Müəllimə, daxili və xarici inkişaf edici, daxili inkişaf edici mühit müəssisənin içi olur, içindədir. Qruplardır, otaqlardır, əşyalardır, fəaliyyət mərkəzləridir. Hamısı bu daxili inkişaf edici aiddir. Amma bağçanın həyəti isə xarici inkişaf edici mühitə aiddir. Məsələn, daxili inkişaf edici mühitə biz elə keçə bilmədiyimizi, məsələn, daşıyıb xaricdə, yəni bağçanın həyətində keçə bilərik.
Aha, Xarici bir də qeyd bəli, edəyim müəllim. sizə, dəstəkləyici mühitin uğurlu qurulması üçün müəllim nələri Hə, bacarmalıdır? müəllimə, müəllim yetərincə çevikli olmalıdır. Heç bir çətinlikdən qorxmamalıdır. Fərqli müttəfiqə hörmət eləməlidir. Özünü inamlı, güvənli hiss etməlidir. Kollektivlə əməkdaşlıq etməlidir. Sonra digər komandalarla işləməyi bacarmalıdır. Digər komandalar məsələdə bir komandada işləməyə hazır olmalıdır. Kollektivlə əməkdaşlıq etməyi bacarmalıdır. Əla. Yaxşı müəllimə, son olaraq bunu da qeyd eləyin siz mənə. Müəllim başqa məsələləri pisləyir. Məsələn, Müəllim, o başqa loyallıqdır. Müəllim, o loyallıqdır. düzdür. Bəs yaxşı, müəllim görür ki, məsələn, sinifin yanından keçir, bir müəllim digər uşağa qarşı şiddət tətbiq edir. Və buna görə olaraq keçib gedir bu müəllim. Müəllim, o vicdanlıq da, vicdanlı Yəni, şey bu da var. bəli, insana hörmət prinsipini pozur. İnsana hörmət. İnsana hörmət, müəllim, vicdanlıq getmir bəs o. Müəllim, o düşmüşdü şeyə, onun üçün şey qaldım, o diaqnoz elə bir sual düşmüşdü. Axın dəfə verdi, düşmüşdü elə bir sual. Məsələn, deyək ki, müəllimi o bir qrupa gedir, görür ki, orada bir dənə uşaq ağlayır, ona fikir vermədən keçir. Bu da hansı prinsip pozulur? Vicdanlı. Mən onu oxşatdım, onun üçün bu sualı ona Vicdanlılığı oxşatdım. sayılmır əslində müəllimə, niyə bilirsiniz? Vicdanlı davranış. Ola belə vicdanlığa oxşada bilərsiniz. Amma burada insana hörmət prinsipi pozulur. İnsana hörmət prinsipində nə qeyd olunub? İnsanların hüququ, azadlığı, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət prinsipi. Yəni artıq burada uşağın hüququ da pozulmuş olur da. Uşaq nə etməlidir? Uşaq zorakılıqdan, şiddətdən uzaq durulmalıdır. Bir növ o müəllimə Hüquqları var, hüquqlarından müəllimə də tanışar. Başa Eynən. düşdüm. Bir də bu sualımı cavablandırın müəllimə. Deyirəm ki, məsələn, uşaq, müəllim sinifdə uşaqlardan biri xarici görünüşünə görə həmişə uşağı həkləyir. Xarici görünüşü ola bilərdi, uşağın rəsmət deyib və ya higiyenasına görə həmişə kənarda qoyur. Xoşu gəlmir. Müəllim, o qərəzsizdir. Bəli, qərəzsizliyə aiddir. Təşəkkür edirəm. Mən təşəkkür edirəm müəllimə, çox sağ olun. Siz sağ olun. Hində müəllimə? Hində müəllimə. Səs açsın, onda... Yox, Hində müəllimə, səsiniz gəlmir. Görüntünü açınız. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, siz də mənə deyin, inkişaf etdirici, dəstəkləyici mühit haqqında. Deyin mənə, məsələn... Yox, indi mənim dediyim hissəni deyərsiniz müəllimə. Mənim dediyim hissədən danışın. Deyin siz mənə daha doğrusu. Məsələn, daxili inkişaf etdirici mühit nədir, xarici nədir? Bura nələr daxildir, digərinə nələr daxildir? Müəllimə, daxili inkişaf etdirici müəssisə, yəni müəssisədə olan qrup daxili mühitdir də. Yəni bura aiddir bizim güşələrimiz. 14 dənə güşəmiz bura aiddir də. Məsələn, riyaziyyat güşəsidir, kitab güşəsidir, ondan sonra nəqliyyatdır, təbiətdir, məşiyyət təsərrüfatdır. Yəni bu güşələrin hamısı daxili inkişaf etdirici mühitə aiddir də. Yəni deyir, fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilməlidir. Ya xüsusi materiallarla təchiz olunmalıdır da. Burada deyir, həm valideynlər, həm uşaqlar, həm tərbiyəçi müəllimlər tərəfindən hazırlana bilər də. Daxili inkişaf etdirici, yəni mühitə deyir, müxtəlif materiallar da yəni aiddir də. Məsələn, kartondur, boyalardır, plastilindir, ondan sonra həndəsi fiqurlardır. Yəni bunlar da aiddir də. Materiallar deyir, uşağın əli çatan vəziyyətdə qoyulmalıdır ki, deyir, yəni uşaqlar o materiallardan həm yaradıcı, həm də müstəqil istifadə edə bilsinlər də. Fəaliyyət mərkəzləri də elə yaradılmalıdır ki, yəni uşaqlar kiçik qruplara bölünərək bir-biri ilə yəni ünsiyyət qura bilsinlər, əməkdaşlıq edə bilsinlər. Yəni bircə
bircə oynasınlar da. Xarici inkişaf etdirici mühitdə müəllimə, yəni bağçanın həyətyanı sahəsi artdır da. Daşdır, qumdur, heyvanlardır, tərəvəzlərdir. Yəni bağçanın həyətyanı sahəsində olan bütün avadanlıqların hamısı xarici inkişaf etdirici mühitə aiddir. Əla. Bir də qeyd eləyin siz mənə. Bəs yaxşı müəllimə. Deyirəm ki, öyrədici mühit nədir? Sosial psixoloji mühit nədir? İnformasiya mühiti nədir? Öyrədici. Hə müəllimə, funksiyalardan deyirsiniz. Öyrədici mühit. Müəllimə, psixoloji öyrədici. Baxın, öyrədici fiziki mühit. Xassələri var. Əşyavi mühit, informasiya mühiti, sosial psixoloji mühit. Hə, öyrədici təlim mühitindən deyirsiniz. Bir də müəllimə xəstələrini əşyavi mühitdən, yəni uşaqları əhatə edən qrup daxili avadanlıqlar, müəssisə daxili, yəni əşyalar aiddir da, yəni avadanlıqlardır, ləvazimatlardır, bunlar aiddir əşyavi mühitə. İnformasiya mühitində isə deyir təlim prosesində deyir, həm müəssisədə, həm də deyir müəssisədən kənarda, yəni uşaqların deyir, uşaqlar tərəfindən qavranıla bilən məlumatlar aiddir da. Müəllimə, bura aiddir məsələn televiziyadır, ondan sonra müsahibədir, müşahidədir, didaktik əyani vəsaitlərdir, ondan sonra nə idi? Muzeydir, sərgidir, ekskursiyaydır. Bunlar da aiddir informasiya mühitinə. Sosial psixoloji mühitə də aiddir. Məsələn, uşağın digər insanlar ilə əlaqəsi nəzərdə tutulur da. Yəni tərbiyəçilər olsun, uşaqlar, valideynlər olsun, digər uşaqların yəni öz daxili aləmi ilə yəni qarşılıqlı yəni əlaqəsini yəni misal göstərə bilərik. Əla. Yaxşı müəllimə, bəs belə bir sual verim sizə. Məsələn, müəllim belə deyim, dərsdən sonra uşaqlara hazırlıq keçir, ödənişsiz hazırlıq. Sizcə burada hansı prinsipə riayət edir? Hansı prinsipi reallaşdırır? Bu etik davranışlardan deyirsən, vicdanlılıq da, yəni müəllimə vicdanlı davranır da, yəni ödənişsiz dərs keçir. Bəli, yəni o qədər müəllimlər var ki, günortadan sonra məsələn riyaziyyat, Azərbaycan dili üzrə uşaqları çağırır, məktəbdə dərs deyir, göndərir. Dərsindən əlavə. Yaxşı. Mənim qızımın kimya müəlliməsi var idi, hər yerdə çağırıb dərs keçirdi. Bəli, baxın bu artıq vicdanlı davranışdır, yəni təmənnasız. Bir də qeyd eləmişsiniz. Müəllim geyiminə fikir vermir. Müəllimə, yəni geyiminə fikir vermir də, yəni səliqəsiz gəzir. Yəni bu mədəni davranışdır. Düzdür, təşəkkür edirəm. Görkəminə fikir vermir. Əla, təşəkkürlər. Səsi açsın. Sağ olun, müəllimə. Sağ olun. Zəminə müəllimə. Əfsanə müəllimə, axşamınız xeyir. Müəllimə eşidirəm, buyur, axşamınız xeyir olsun. Axşamınız xeyir təkrardan. Müəllimə, siz də mənə deyin, funksiyalar haqqında. Funksiyaların mənasını açıqlayın. İnkişaf etdirici təhsil mühitinin funksiyaları, müəllimə, 6 funksiyası var. Fəallığın stimullaşdırılması, informasiya, psixologiya və sağlamlıq, sonra təşkilati funksiya, tərbiyəvi, bir də inkişaf funksiyasıdır. Qapıyı döyən var, müəllimə, üzr istəyirəm, qapıyı döyən var, çox xahiş edirəm müəllimə. Dur, kimdir? Müəllimə. Kimsə qoşuda yəqin. Fəallığın stimullaşdırılması, uşağa müxtəlif fəaliyyət növlərində fəal iştirak etmək üçün müxtəlif materiallar təklif etməkdir. İnformasiya funksiyası hər bir əşya, informasiya ötürücüsüdür, müəyyən məlumatlar daşıyır. Psixoloji funksiya və sağlamlıq, ətraf mühit, uşağın emosional vəziyyəti təsir edən vacib amildir. Təşkilati funksiya, mühit mobil və dinamik olmalıdır. Tərbiyəçi müəllim yaxın inkişaf zonasında uşağın yaşı, fərdi xüsusiyyətlərini, ehtiyaclarını, istek və qabiliyyətlərini nəzərə almalıdır. Sonra tərbiyəvi funksiya, mühit özü elə bir mərkəzdir ki, orada əməkdaşlıq, müsbət münasibət, mütəşəkkil davranış, qayğıkeş münasibət yaradılır. İnkişaf funksiyası isə
fəaliyyətin sadə formalarından mürəkkəbinə qədər inkişafın davamlılığını təmin edən ənənəvi və yeni qeyri-adi komponentlərin birləşməsidir. Əla. Bəs yaxşı müəllimə, qeyd edərsiniz mənə, dəstəkləyici mühitin uğurlu qurulması üçün müəllim nələri bacarmalıdır? Dəstəkləyici mühitin uğurlu qurulması üçün müəllim yetərincə çevik olmalıdır, çətinliklərdən qorxmamalıdır, kollektivdə əməkdaşlıq etməlidir, onları dinləməlidir, təklifləri qəbul etməlidir, özünü qrupda inamlı hiss etməlidir, digər müəllimlərlə komandada işləməyə hazır olmalıdır. Belə müəllimə. Aha. Yaxşı müəllimə, belə bir sual verim sizə. Müəllim uşaqları gəzintiyə aparır. Qrupundakı uşaqlardan birinin ailəsi işdə olduğu üçün, belə deyim də, və ya valideyn imkanı yoxdur pul verməyə, yol pulu. Müəllim isə valideynin razılığı ilə uşağı öz büdcəsindən gəzintiyə aparır. Vicdanlılıq müəllimə, vicdanlılıqdır burada. Düzdür. Yaxşı. Bəs müəllim görür ki, uşaqlardan biri dərsdən sonra siqaret çəkir. İndi məktəb uşaqlarında olur 8-9-cu siniflər. Və bununla bağlı müəllim ailəyə məlumat verir. Ailə ilə bir yerdə uşağı bu vərdişdən çəkindirməyə çalışır. Məktəbdən sonra küçədə görür ki, uşaq siqaret çəkir, məktəbdə çəkmir, uşaq küçədə. Amma müəllim gedir valideynə bu haqda məlumat verir. Sizcə burada nə ola bilər? Konfidensiallıqdır. Niyə konfidensiallıqdır? Yoxsa qərəzsizlik? Qərəzsizlikdir. Qərəzsizlik müəllimə. Burada da müəllimə vicdanlılıqdır da. Vicdanlılıqdır da, işi deyil, amma uşaq üçün çalışır. Yəni deyə bilər də mənim nəyimə lazımdır, mən neynirəm, başımı ağrıdıram. Yəni o bu şəkildə yanaşmayıb. Vicdanlılıq nümayiş etdirməlidir, bəli. Aha. Yaxşı, deyin bəs siz mənə son olaraq, bəs bu hansıdır? Müəllim uşaqların qarşısında düzgün oturmur. Yəni ayağını ayağının üzərinə qoyur, belə. Bəli. Çünki müəllim rol modeldir. Uşaq müəllimdən götürür. Təşəkkür edirəm. Siz sağ olun müəllimə, çox sağ olun. Siz sağ olun. Səsi açsın. Amin Muradlı. Hansı müəllimədir? İşidirəm, Zəkiyə müəllimə. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Zəkiyə müəllimə, siz də mənə deyin. Valideyn müəllimə qeyd eləyib ki, ailəmdə problemlər var müəyyən. Çox xahiş edirəm müəllimə, uşağımın vəziyyəti narahatdır, əsəbləri yerində deyil, ona xüsusi diqqət ayırasınız və müəllimə də bunu gedib şurada deyir, məsləhət alır müəllimələrdən. Sizcə burada müəllimə nəyi pozmuş olur? Qərəzsizlik. Burada artıq konfidensiallıq, yəni insana hörmət prinsipini. Bəli, yəni gizliliyi təmin etməlidir də, o gizli deyib axı. O deyib heç kimə demə deyib də. Ona görə olmaz. Demək olmaz. İnsana hörmət prinsipinə aiddir. Yaxşı, bəs bu hansıdır? Müəllim, deyə bilərəm sizə. Ben nümunə deyim, necə bir nümunə gətirim, gözləyim. Yaxşı, o doğru özünüzdən gətirin müəllimə. Aha, elə özümdən gətirirəm ki, fərqli situasiyalar, daha belə mövzunu tam dərk etmiş olasınız. Deyə bilərəm sizə qayda olaraq. Müəllim media subyektlərinin qarşısına çıxmır. Öz müəssisəsi haqqında, məsələn, müəssisəsinə şər atılıb, onu düzgün, yanlış bir məlumat olduğunu demir media subyektlərinə. Yəni, məsələn, Xəzər xəbərdən gələ bilərlər. Bəli.
Onlar qarşısında cavab vermirsə. İctimai Jurnalistlər. Bəli, ictimai etimadın bərpasına çalışmır deməkdir. Yaxşı. Bəs müəllim, məsələn, müəllimə öz müəssisəsi qeyd eləyib ki, ola bilər ki, video çəkəndə bəzi məqamları deyib ki, müəllimə tapşırıb ki, yəni video qoyursan sosial mediaya da, Instagrama. İndi müdürdür də qayda tərtib eləyib ki, qoyma. Bunları Instagrama qoyma. Onunla belə müəllim bunu qoyur. Öz müəssisəsinin verdiyi qayda qanunlara, qoyduğu qayda qanunlara riayət etmir. Qərəzli eləyir müəllimə. Yox, Qərəzli. yox. Orada baxın, Loyallıq. loyallıqdır. Loyallıqda nə yazılıb? Loyallıq. Deyir ki, təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkələrdə, çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Qaydalara əməl Müəllimə bir etməlidir. tərəfdən çıxır da, qərəzli Necə? çıxır da, ona qarşı çıxır. Bir tərəfdə də loyallıq. Yox, qərəzsizlik elə də aid deyil müəllimə. Burada ayrı seçkilik yoxdur ki. Yəni burada qaydalara əməl etmir, loyallığı pozur. Ona görə də o maddələrdə yer alanları öyrənin də o rəqəmlərin altında. Vicdanlı davranış məsələn 2.2-dədirsə altında yazılır hansı hissələrdə yer aldığı. Bəs deyirəm ki, məsələn, bəs təhsil verənin geyimi daxili intizam qaydalarına uyğun olmalıdır. Sizcə bu hansı prinsipə aiddir? Mədəni davranış. Bu mədəni davranışa aiddir, düzdür. Yaxşı, belə bir sual verim sizə. Müəllim öz deyirəm fəaliyyəti ilə bağlı gizliliyi təmin etməlidir. Xidməti məlumatların, yəni məxfiliyini qorumalıdır. Qanun aliliyi müəllimə. Ya Yox. vicdanlı. Vicdanlılıq. Yox, vicdanlıq yox, fikrimi qarışdı mənim də. Vicdanlıq yox, konfidensiallıq demək istəyirdim. Bu artıq konfidensialdır, gizlilik. Yəni konfidensiallıq da insana hörmət prinsipinə aiddir. Yaxşı müəllimə, bir də siz mənə deyin, dəstəkləyici mühitin düzgün qurulması üçün müəllim nələri bacarmalıdır? Dəstəkləyici mühitin uğurlu olması üçün yetərincə çeviklik lazımdır. Çətinliklə qorxmamaq, fərdin müxtəlifliyinə hörmət, kollektivdə əməkdaşlıq etmək, onları dinləmək, təkliflərinə qulaq asmaq, qulaq asmaq, özünü qrupda inamla hiss etmək, komanda işləməyə hazır olmaq. Bunlara aiddir müəllimə.